bloka. Bütün evindən xəbərsiz. Blokat mı? Abi, oyunda Səhifə sən- bloka gedir. Ay, Kako. Sən sizə göndər, ömrünüz Kako, sən işte sizə sən göndər. mənə- Üzərinə deyirəm və realdayam, Bakıdayam, 51 ilə nömrəmdir. Yəni real insanım. Kim ona Kako. tərəf durursa bu hərəkətlərinə görə ailəsini düşünmür, evini düşünmür, qazisini düşünmür, xalqını düşünmür, millətini, körpəsini düşünmür. Adam vətən xainlərini qoşur, millətimizi, xalqımızı, körpəsini söyənləri qoşur. Belə qaziləri üzünə gözünə söyür, xeyriyyətçiləri təhqir edir, alçaldır və siz ona tərəf durursunuzsa, Allah bəlanızı verəcək. Kako, eşitirsən məni Hər qaqa. an hazır. Mən nömrələşmək haqq hesabım oldu. Mən orada atdılar bloka, oradan bura keçirlər, buradan ora keçirlər. Mən bir neçəsindən nömrə istədim. Yəni duxlar çatıb nömrəsini heç kim verəmədi. Sən qadası, sən bir də mənə moderator ver. Ola bura gələndə mən ona göz sikib yazacağım onlarda. Sən mənə mod ver qadası. Gözlərəm, mən Satoz qatıram, mənə mod ver. Başım bırax ya abi. Bir dəqiqə onların nömrə zad. Gələn deyirlər, Dovşan da o. Mən Sərxanı 6 il qabaq tanıyıram, bugün tanımıram. Nömrə verəsi deyirlər, o yazanlar var. Sərxanı and olarlar 6 il qabaq tanıyıram. Allahım şahiddir, xalq şahid. Kim istəyir gəlsin görüşə sübut edin. Deyirəm o Dovşandır. Yanı belə otur be, şah kimi zad. Dovşan. Olsun. Mən sizə bir söz deyim. Siz Azərbaycanda yardım paylayanda heç kim olmuyor. Birinci yedili yardımı siz yağış başınıza yağa o küçədə süpürgə süpürgülənlərə, ona hər kəsə kasıblara axtarmısınız, tapmısınız. İndi son vaxtlar 1-2 nəfər çıxıbdı, sizi bəyənməyə bilər, klok daşıyan deyə bilər. Siz onunla fəxr eləyin. Kaqon bir dənə xoş kəlamı var. Qadının direktinə pis niyyətlə yanaşan oğlanlar sizi kişi kimi tanıyırlar. Bir dəqiqə. Onları elə belə tanıyırlar. Siz kişiliğinizlə fəxr edin. Bircə dəqiqə sözümü çatdırım sonra. Allah sizi Siz Azərbaycanın şirisiz pələngisiz. Siz Azərbaycanın gözündə necə deyilək yüksəklərdəsiz. Xanım onu başa düşdüyümü bildim. Reallığı danışacağım, gəlin real olsun hər şey. Elə mən reallığı danışıram. Bir dəqiqə ifadəmə görə üzr istəyirəm. Kimsə evində oturub yardım eləyəndə evin içində isti yerində, xaqo soyuqda ayağı palçıqda paylayırdı. Ay yera sizsiz, necəsiz? Allah razı olsun. Hə, tanıyıram. Xaqacan ilk dəfə mən onun ayağına, mən ac qalan vaxt olmaya sahib çıxdı. Ayağına düşdüm ki buna baş əyəm. Məni qaldırdı göyə dedi ola bilməz. Bilirəm, tanıyıram sizi. Xaqacan zəmbil aparıb kiminsə arvadına, qızına göz deymir. Gözünü tutur, payı üst onun üstünə qoyanda üzün tutur o tərəfə. Sağ olun deyir, çıxır. Yoxsa direktə bəyək ki xanım demişkən pis sözlər yazmır. Xaqacan kişiliyi ilə tanınır. Allah şahiddir mənim. Murad da, Sərxan da, Murad'la tanıtmıyor. Murad WhatsApp'da cəmaatın pulunu yiyib təzən pul atan oğlandır. Yalandan adını dindar qoy Murad. Gedirsən baxır hansı yaxşıdır, hansı pisdir. Konferansda arvadın, xəstə arvadın övladına kolesterada olan soru verəmə. Azərbaycan yaxşı ürəksevərləri sizin yanınızdadır. WhatsApp'da pulu geri attı. Var olan Allah səni var eləsin. Nihat da pulu geri. Bilirsiniz Nihat da pulu geri. Deyim çünki mən düşmüşdüm qadağa. Həmin o Kalyaskada olan uşağın pulunu mən qaytartdırmışam geri. Bunu bilin. Bilirəm mən o qrupda mən oradaydım, WhatsApp'da qrupda söhbətdə oradaydım. Bax mən oğlan qaytarmışam. Çünki onu çəkib işıqlandıracaqdım mən. Həmin uşağın anası mənə zəng elədi ki, mən istəmirəm mənim adımı adlandırasınız. Murad məni indi atıb blok hər yerdən. Dedim kişiliyin varsa gəl görüşək. Sual verdim WhatsApp'da. Dedim Murad sən hansısa bir xəstənin pulunu yemisən? Dedi qeyrətin hamısı belə olsun. Səs yazıları da var. Sonra o videonu atdılar mənə. Dedim bu nə məsələdir belə çıxıb ortaya. Bəs deyirdin var yoxu belə olsun mən xəstənin pulunu yeməmişəm.
300 manat pul attı. Ha. Pula da atanla bilirsənmi nə dedi? Ha. Dedi ki, mən sənin pulunu yeməmişdim bu qardaşlarına. Bu indiki zamanədə kim kimə Onu 300 bax manat bu atır? oğlan bax, kişiliklər varsa gəlsinlər. Bax mən oğlan Mən bax şey üstünə qardaş. düşdüm deyən ona görə atdılar onu. Onları Muradı qoyaqda qırağa. Murad mənim üçün hələ o fiqur deyil. Mənə lazım Yox, Sərxan. sadəcə o Sərxanın gəlib burada tərəfini saxlamaq söhbəti gedir. Mənə lazım olan Sərxandır. Çünki mənim haqqımda Murad danışmadı, Sərxan danışdı. Muradın da mənim haqqında danışmağını göstərsinlər. Ona bilirəm nə edəcəm. Amma mənim üçün demirəm ki, məsələn, mən Sərxanı boykot eləməmişəm. Boykot Burada yazırlar Murad da Sərxan da Çox önəmli ürəkli. məlumat gəldi. Bir dəqiqə, hər kəs sakit dursun. Xakocan, deməli Muradın canlısında Murad sən haqqında danışır yazıblar Sərxan. Sərxan sən haqqında danışır. Kim danışır? Burada elə yazılır. haqqımda Muradın danışır, canlısında Gözlə, Sərxan hal-hazırda gözlə gəlirəm, gözlə gəlirəm. qoy mən adam göndərim baxsınlar da bura. Bir dənə Muradın elə işini mənə deyin, mən Muradı burada işıqlandırım. Uşaqlar bir dənə Muradın canlısına baxın, görün Sərxan nə danışır orada. Baxın tez gəlin bir dənə. Hüseyin burada Yox, sən Hüseyin gir bax. Mənim haqqımda danışır Ha, canlısında. Rafael bir dənə bax gəl Rafael. Rafael olsun. Sən haqqında yox, sən Xakocan haqqında danışır. Bu görək düzdürmü? Əgər danışsa deyən deyirəm. Muradın məndə Murad teması başqa temadır. Murad teması Bu başqa. görək bu düzdürmü, səhvdir bu Hələ yazı. Sərxandayam, yox, Sərxandayam. Sən hava kraxın. Hər şey bilirsən. İnanmıram, Murad danışmaz. Murad bilir axı Xarqozanı. Qəşəng bilir. Murad danışmaz. Murad deyir, yox, Sərxan danışır deyir, Muradın canlısında. İnanmıram, Murad elə hərəkət edir. Murad uşaq deyil. Akşamınız xeyir qardaş. Salam, salam. Axşamı xeyir. Qardaşım icazə versəydiniz mən sizdən bir şey xahiş edərdim. Buyur. Mənim köməyə ehtiyacım var, vəziyyətim yaxşıdır. İnşallah olar qardaş. Bu dəqiqə o Sərxanı çağırırıq, davadır. Mənim haqqımda vətən xainindən qoşulub, klok daşıyan deyib, Sərvan qazimizə də üzünə gözünə pis təhqirlər edib. Onun ayında yox. Başa düşdüm Oldu qardaş. qardaş. Məz olsun. Ha, burada Sofiya xanım yazıb bax. Oxudun mu? Səbirlolun eləyəcəyik. Prosto Qane, məsələn oxudun mu? Sofiya xanım yazır. Ha, Sofiya xanım yazdı, oxu. Sofiya dəstəkçidir. Boş yerə yazmaz. Amma Ha, yazıb ki, Murad eşitdim. Tez çıxdım, Sərxan sübut ilə falan söhbəti gedir Bəli, deyir orada. tez çıxdım. Sərxan sübut falan söhbət edirdi. Gedək o canlıya Muradın canlısına hamımız. Hamımızı blok edəcək, qoşmayacaqlar. Sərxanla məni qoşmaz o heç. Çünki bilir axı Sərxana nələr deyəcəm. Necə şey deyəcəm. Hamısını bilirlər. Yəni bu uşağı təsəvvür qazini o cür şeylər deyib, atıb bloka, qazi yazı haqqını öz səhifəsində video paylaşdı. Mən yenə dəstək verdim, paylaşdım, böyük kəşfiyyat olmuşdu. Yazıq yenə də tərəfində duran olmadı. Niyə, nə olub? Sərxanın canlısında adam çoxdur. Gedib ona yaltaqlanırlar ki, bəlkə qoşa 5-10 manat yox. Camal. Amma yəni qazini əzdilər də. Amma mən deyirəm ki, pula əyilməyin millət. Gəlin bu qazinin haqqını tələb eləyək. İçində öz haqqımda mən tələb edəcəm o heç. Yəni bu qazimizin haqqını tələb edir. Ən azı yaxşı, qazini qoy qırağa. Deməli qazi, əlil adamın gözünə, Bilirəm, bilirəm. Əlil bir insanım da. əlil, bütün əlillərə qarşıdır da bu eyni şey. Əlil adamı o cür alçaltmağın haqqını tələb eləyək dostlar. Qardaş, kimsə kimisə gözünün nurunu söyə bilməz. Söymədə duxu yoxdur o adamın. Adamın bir gözü yoxdur, ayağı yoxdur, qolu yoxdur. Niyə təhqir edirsiniz ki, insan əzirsiniz ki? Azərbaycan oğul da. Olmaz ya, qardaşım. Gəlin mənim əlil olaraq bir nailiyyətlərimdən danışın da. Elə tezcərə yetim yesir əzməyə bir cansın. Akşamınız xeyir olsun. Salam qardaş, Axşam. buyurun. Xavon ətərsən. Sağ ol qardaş, buyurun, buyurun. Yusif Dilaçınlı. Buyur. Sağ Polşadan yazıram orada. O tete var idi, mənim səhifəm itdi. Ha, buyur qardaş, buyur, buyur. Mövzu ilə bağlıdır sözün. Mövzu ilə bağlıdır. Yəni mən heç birinizin işinə qarışmıram. Aha. Heç bir, hər ikiniz özünüz bildiyiniz iş barədə. İşimizə qarışmır. Sadəcə bu eşitdində məsələlər, qaziyə nələr deyib, gördündə videoda yəqin. İndi baxmışam. Amma bir dənə söz deyim ki, Ürək. Səni də laf çoxdandan tanıyırıq, görmüşük. Sərxanı da
tanıyırıq. Sərxan 6 aydır bu şey eləyir, cəmaatı qoşur yarın. Nətər? Yəni mən 6 ildir, Sərxan 6 ay. Eşidirsən məni qadına? Buyur. O hərəm bir işi var da, ola bilər ki, o 6 aydır qoşulub, bu işə məşğul olub. Aha. O canlıya qoşur. O sadəcə canlı. Mən yardım video apar. Yedirəm evlərə daxil. Bir dəqiqə mən söz ver. Bircə dəqiqə çıxıram, bircə dəqiqə. Bircə dəqiqə mən söz verirsiniz, mən çıxıram reski. Buyur. Deyir Sərxan Muradla orada söhbət edir. İkisi. Aha. Canlıdadırlar. Girdim oraya yazdım ki, Xaqos Can sizi gözləyir. Mən atdılar səhifəmi bloka. Ya da elədilər də bu. Bunlar elədir. Açsın da qardaş, videolarımız var. Dalbadal dayanmadan canlılarımız var. Görürsən onlar səhvdirlər. Mən yatsam bloka, mən də özüm dəstəkləyəm burada. Lazım olan kasıb küçük uşaqlara mən dəstək oluram, evsiz uşaqlara dəstək oluram. Məsəl üçün, xalqı mən adımı istəmirəm mən çəkilə. Mən buradan atıram da, nəsə kartımdan, nəsə atıram ora. Bax, məni gördülər, atdılar bloka. Qaqa, mən orada Muradla ikisidir. Bir Muraddır, bir də Sərxandır. Buradan kiməsə deyib, xanım idi deyəsən orada. Danışırdılar onun barəsində. Mən atdılar bloka, qoymadılar qulaqsın. Allah. Abicliklər bu. Abicliklər bu. Sərxan doşandı. Murad da ki, yenə deyirəm. Murad gəldi bura qoşuldu, qoşduq. Dedi, Xaqo, o klok keçirəcəyini Sərxanın başına deyirsən. Bəli, deyirəm, qoş bura, üzünə deyim ki, Sərxanın başına deyirəm. Məndən gəlsin üzə. Qayıtdı ki, dedim sən ona tərəf durursansa, dedi onu deyənməzsən, dedim sən tərəf durursan, gəl məndən görüşək. Görüşdü, Allah şahid görüşmədik. Görüşmədi bura. Dedim ki, görüşə bir çay içək, üzvə deyim ki, bax, klok kimin başına keçəcək. Mənim 9 il yardımımı klokdaşıyan adı verən, vətən xainlə birləşən adam və onun tərəfdarları məhv olmalıdır. Başqa, onlar ortaya çıxıb bizim dizinin xalqın qarşısını görməlidir. Qazilərini təhqir eləyən. Səni yığırlar ki, gələsən bura. Deyir, yığıram Xaqon gəlsin bura. Deyən, buradan baxıram. Mən gəlsin bura. Murad deyir, yığım Xaqon gəlsin bura. Mən yığmasın, özü gəlsin bura. Mən nə deyim? Xaqon, salam, axşamı xeyir. Qardaş, mən gecə mən səsim, mən bilirsiniz də, hara gedirəm, səsim bağlayım. Anamı deyin. Axşamınız xeyir. Buradadılar, yəni qulaq asır. Bu dəqiqə biri digər ölkədə oturur, biri digər ölkədə oturur. Onun bir-birinə görə sənin körpü verilir. O görə sənin arvadın yarasın, o görə sənin qatın yarasın. Şimdi bir girəndir ama. Mən Kimi deyil, o? Arvad körpə söyləyən ancaq şeydir. Ali Rəhimoğlu, o da Sərxan qoşulmuş. Əşə, bura. Əşə, başım bıraq. Tez-tez cəmaatı qoşaq, bəlkə fikirləri var. Mən də gəlin videolarıma davam edeyim. Sərxan haqda qəşəng videolar çəkirəm. Ancaq video. Qoy bütün sosial yox, bütün ölkə bilsin, ayılsın ki, bu adamı aldanmasın. Qaqa, bayaqdan da uzaq şəhər 041 yazır, onu qoşasan bəlkə. Uzaq şəhər gəlsin görək. Fərqi yoxdur, amma qoşacam. Ay Qaqa, məni qoşdun Qaqa, yenə çıxartdın. Buyur, qardaş, sən dediyin Sərxana tərəf durursan, mən də deyirəm ki, qazimizi 50 adamın gözünə söyüb. Sən deməkdən gedim, çağırım, gəlsin, halallıq alsın. Sən deyirsən ki... Qaqa, mən eşidirsən mən ürək. Mən nə səni yaxından görmüşəm, nə Sərxanı yaxından görmüşəm. Bir insan kimi, bir elimiz kimi, bir millətimiz kimi, mən 14 ildir... Moderatorlar, eyni adamı qoşursunuz. Tez-tez cəmaat da danışsın da. Buyur, uzaq dur. Yəni, sözün var mı başqa? Mən onu demək istəyirəm ki... Vaxtım yoxdur, canlı bağlayıram. Mən gedirəm videolar paylaşım. Sərxana pazlar gəlir, kloklar gəlir, kloklar, bəh. Milyonlar, ölkə, Face, Insta, YouTube, bütün sosial şəbəkələrin milyonlarla izləyicim baxacaq. Siz nə danışdınız? Burada 3-5 min adam mənimsin alın. Mənim demək məqsədim bilsən nədir? Sərxanın evi yarımçıq qalacaq. Ev, pul var ha. Ev tikir ha. Bildiyin yarımçıq qalacaq, Allah şahiddir. Mən deyəcəm, gör nələr deyəcəm. Axşamı xeyir. Qulaq az, o Nemes var ya, Nemes, buradakı Nemes. Hədə başım bıraq ya, Nemes. Gedə işimizi görək, şaplayaq geçsin bir hamısını. Vətən xainlərinin dostları bizim dostumuz olamaz. Xalqı, millət təhqir edənlərin bizim qazimizə o söz deyən bizim dostumuz ola bilməz. Xaqocanı vətən xaini ayağına verən bizim dostumuz ola bilməz. Buyur, Ayaz.
Axşamı xeyir bura. Buyur. Sənin qadınam, mən Gəncədən qoşulmuşam, Mehsəndə də. Özüm 3-cü qrup qaziyəm. Yoldaşım da sizə mən bağışlayın, şəhid qızıdır, itkin şəhid qızı. Bir dəqiqədə hal-hazırda axtarırlar, tapa bilmirlər atasını. 93-dən itkindir. Bəyəxlar deyəndə 3 aydır mən o Sərxan dediyiniz insana mən eşsən mən qadınam. Aha. Ki kömək eləyəcəm, nə bilim, nağaracam. 3-4 aydır mən qoşulam ona. Aha. Qoşula bilmirəm. Ay qardaş, Sən qadınam. torpaqla, torpağın fundamentin qazdı. İcazəsini aldı. Daşları tikdi. Qaldıra gedir. Hər atılan 10 mindən 5 milyon, 5 milyon, 5 milyon, 5 milyon. Qazanır. Ay qardaş, eşsəm də. Qazansın qaqa. Yenə mənim o işi, mən deyim, heç kim pulunda gözümüz yoxdur. Xalq ağılsızdır, pul atır ona. O heç. Sadəcə olaraq mənə təsir edən, niyə qazilərimizə o sözləri deyir? Niyə bizi alçaldır, qoşur ora Ali Rahimov kimi? Orada sən eşsən qaqa, sənin və niyə bizi orada Klokdaşyan adı verir? Bax, buna niyə xalq susur? Buna niyə qazilər susur? Qaqa, sənin qadan alım. Mən gənə deyirəm, Gəncədən qoşulmuşam bura, sənin qadan alım. Mən 50 yaşım var mənim. Özüm 3-cü qrup. Bilirəm, Xaqo deyir ki, mən gəlirəm onun yayına, deyir mən blok edirlər. Eşsən də mən səni... İndi mən Xaqoya deyəcəm yayını bağlasın, gəlsin bura. Bir dənə Murad Sadə indi açıb. Ayaz, denən Murad Sadə, sən indi açmısan. Xaqo saat 9-dan yayın açıb sözün deyir. Niyə gəlmirlər? Muradı mən qaldırdım da özüm çağırmışdım da Muradı bura. Yox, denən Xaqo 9-dan açıb. Sən indi açmısan. Gəldin buradan qoşuldun da, bəyək yayındaydı. Niyə qoşmurdun Sərxanı bura? Gələrdi də bura. Özü qoşuldu. Onda Sərxan bundan artıq oğlandı. Murada olar Sərxan olmaz. Qoşardı da qardaşım. Ay Xaqo. Buyur. Sərvan, sənin haqqın itməyəcək. Narahat olma. Gözünün, ayağının, qolunun. Səsimə nə oldu? Buyur qardaş, buyur. Gör qardaşın nə edəcək? Səsi gəlir mi? Allah şahiddir. Gəlir səsin, Reyraz, gəlir. Onu boykot eləməyincə əl çəkməyəcəm də, yəni. Qabili boykot elədim, vətən xainlərini boykot elədim. Hamısını piskə qoymuşam. Mən çəkilmişəm deyə biraz xod gedirlər. Onları boykot edəcəm. Səbirli ol. Sərxan da indi gör nə edəcəm. Onlar da görəcəklər ki, zəifə əzmək nətər olur. Bir yarımcan şişəsi insanı əzmək. Sən zəif deyilsən. Sənin yanında xalqın var, millətin var. Bax, Xaqocan kimi qardaşlarım var. Narahat olma. Gör nə edəcək. Gəlib burada üzr istəməyincə əl çəkməyəcəm. Başa düşdün? Gəl, deyirsən. Mən necə çağırırlar? Söylədikləri adam budur. Xaqo, eşidirsən qardaşım. Qazi blok ediblər. Mən gəldim, Qazi gəlməyəndən sonra nətə gəlsinlər. Deyirəm, Qazi ilə çıxardacaqlar. Orada bir araya. Eybi yoxdur, qoy biz zəif olaq. Qardaşım, gəlin gedək ora. Qazini də qoşduracağam, səni də qoşduracağam. Niyə biz ora gedək? Niyə biz? Dostlar, o gəlsin, bura biz gedək. Qoy gəl. Onlar gəlsin, biz gedək. Hamı deyəcək, onlar gəlsin. Böyülük bizə qalsın da qardaşım, böyülük bizə qalsın. Mədəniyyət qoy bizə qalsın. Mənim getməyim, zəhətçiliyim deyə qaqa, vur artıq. O boyda qazilər var. Bax, Aborogen qazi, Sərvan qazi. Bu deyə, hamısı qazilər bağlasın, hamı ayağına getsin. Bu kimdə o? Gözdə qoy deyim gəlsinlər bura. Kimdə olar? Murada qoy deyim gəlsinlər bura. Burada nə var ki? Burada çox adam var. Aramızda söhbət yarada bilərik. Özümüz oturun söhbətimiz dedik. Gəlsin bura, Sərxanı getsin. 2 dənə məsələmiz var Sərxanla. Görək hansına nə açıqlama verəcək. Bir dənə açıqlama versin. Mən başqa heç istəmirəm. Açıqlama versin, deyəcəm mən ona. Sözlərini. Biz niyə gedək ya? Elə bir çağırır. 9-dan mən canlı açmışam, sən indi açmışsan. Yox, bizim bu nə prim yığacaqsan ki, maşallah 2000-3000 lazım olan adamlar da buradadır. Hala istədiyimiz adam bu dəqiqə bir dənə səs-küy edin, qalxsın 5 milyon. Allah, mən Xaqonu tanımıram belə yaxından da. Yəni belə deyim, platformadan bir-birimizi tanımışıq, salam əleykumuz olub da belə deyim sizə. Özə bu son zamanlar 5-6 gün ərəfəsində. Mən nə vaxt bu insanın canlısına girmişəm,
canlısında dəstək olan da var, adam da olub, kütülə də çox olubdur. Başa düşdün? Kişi olanın deyər, valla. Prim nədir? Bu prim də düşüb ağızlara. Allah haqqı, mən başa düşə bilmirəm. Ay Sərvan, Xaqonun 10 priminə ehtiyacı var. Xaqonun sosial şəbəkədə 1 milyon bir səhifəm silinib. Deməli 450 min bir silinib, 350 min bir silinib, 100 min bir silinib. Nə qədər elədi? 1 milyona yaxın. İndi də 250 min bir var. 250 min bir var TikTok'un. 250 min Instagram səhifəm var. Gözün aklı. Plus Face səhifəm var. Milyonlarla baxış olur. Plus YouTube'um var 250 min. 100 min bir YouTube'um silinib. 250 min bir YouTube'um var. Plus tək Telegram'ım 50 mindir. Tək Telegram'ım. WhatsApp statlarım 30 mindir. Qardaş, Xaqonun primə ehtiyacı var. Hələ heç kim qoşmuram. Sərxanla Murad gəlir, onlar qoşulacaq. Onun nəyi var? 130 min izləyicisi yığıb TikTok'da. Canlıda oturur. Ancaq 3-5 min adam girir. Onların şotuna ancaq pul yığır. Gah ev tikir. Evlə 50-50 gah belə. So, nəyi var da? Ömrü boyu neyini bilər ki? Mən bir aydır canlı açıram. O insanlara dəstəyi bir aydır verirəm. Canlıda cəmaatın şotuna, xalqın şotuna. Onu bir aydır edirəm. Amma mən 6 il elə şey görmürsünüz məndən. Yox, bir aydır edirəm. İndi bunlar baxılığı tutub ki, Xaqo qalxır. Xaqon adamımız, dünən adamımız çox idi, 3000-4000 adam var idi, gördünüz də. Sırağı gündə 3000. Canlımız qalxır deyə ki, insan, bunlar baxılığı ki, Xaqo gəlir, cəmaat gedər, Xaqo da cəmaata dəstək olar, bizə gəlməz. Bədbəxt, fərqi nədir burada oldu, orada oldu, tək olsun da. Əgər fikrini dəstəkçə qoyur, hər yerdə olsun da. Onda sən niyə baxılı tutub? Niyə? Ali Rahimov kim də? Hamı bilir ki, o nə anasını, nə övladını, nə xalqını, nə millətini, nə dövlətini, nə kasıbını, nə yetimini heç kimi sayan adam deyil. Nə öz yerlilərini, nə başqaları, körpələrini. Xaqocan, Allah şahidi deyirəm. Onun ayağını atırsan, bu qaziləri onun ayağını atırsan. Allah şahidi deyirəm, bizim bir dənə qazi qardaşımız var idi Salih. Onun qolu yoxdur da, bir qolu demək ki yoxdur. Bax, mənlə Ali Rəhimovun arasında söz-söhbət düşmüşdü. O qazimizi söydüyünə görə mən dedim qələt edirsiniz, onu söyürsünüz. Görürsən? Allah hamd olsun. Bir dəfə yadıma gəlib, bütün hərbçiləri söydü, nə bilim, bütün qaziləri söydü. Bütün körpələri söydü. Bu adamdır da, qardaş. Kütülə yığan olardı. Qazini söylər, sonra qaziyə dəstək olurlar. Mən yardım edirdim, canlı açır. Axır vaxtlar. Ali adamları göndərib, gedin Xaqoya, ağzınıza gələn deyin. Qoymurdu ki, yetimlərə pul yığılsın. Amma yenə Allah elə eləyirdi ki, 2000 yığılırdı 2 saata. Allah şahidi, 1500. Xaqoya içərə getmirsən. Gəlir, gəlsinlər bura. Gəlmirsə içərə getmir. Mən ora getmirəm, gəlsinlər. Murad oturub orada canlıya mı açır? Deyir, prim yığırlar, nə bilim, səs. Sərxan gəlsin, qazinin qabağında diz çöksün. Bax, belə eləsin. Murad orada yayım açıb deyir, prim yığırlar, nə bilim. Murad işləyən kişəxdir da. İndi Muradı Sərxanla qutarım, keçəcəm Murada. Qoy Sərxanla qutarım. Qarağa bazardır, nə bilim, nədir. Dalımca danışırsa mən ona keçəcəm. Mənə bir dənə sübut atsınlar, sonra. Sərxan deyir ki, mən o sözü deməmişəm. Daş və Sərvan məsələsinə qalanmış olanda 15 gündən çoxdur, bir aydır deyir. Nə oldu, indi niyə gəl yadlarına düşür? Yox, qulaq as. Orada yazdım, atdılar səssizəm. Heç vaxt yadımıza indi düşmür. Şəxsən onu paylaşanda Sərvanı mən təkrar paylaşım eləmişim. Özün də şahidsin də, görmüsünüz. Mənə neçə nəfər yığdı ki, sənin paylaşımdan. Yazdım, atdılar səssizəm. Salam aleykum, axşamınız xeyir olsun. Aleyküm. Mən üzr istəyirəm, bir-iki kəlmə deyib çıxacam. Mən Xaqocan sizi də tanıyıram. Sərxanı da tanıyıram. Hamınızı da buradan tanıyıram. Real həyatdan heç birinizi görməmişəm. Hər birinizin də yayınında olmuşam, necə lazımdır dəstəyimi göstərmişəm. Allah ürəydə görür. Amma sizə bir şey deyim, üzr istəyirəm, sözümü kəsməm. Mən heç birinizə tərəf deyirəm ha. Yəni mən eşidib və öz qulağımla eşitdiyimi deyib çıxıram. Bir nəfər Sərxanın yayınında çıxdı, dedi ki, Xaqocan məni pul yığdı, mənə pul vermədi. O deyil, qardaş, səhv başlasın. Mənə demir, Nadimi deyir. Dünən onu da anlatıydı. Yox, onu demirəm. Mən şəxsən sizdən söhbət gedir. Sərxan da qayıtdı, dedi ki, Xaqocan elə kişi deyil. O, mən deyiləm, qardaş, mənə deməyib. Rahidə dedi, biləm hansını deyirsən.
Çıxdı ki, deyir bir nəfər pulumu yığdı vermədi. O da qayıtdı ki, kim? Hansı? Qayıtdı Rahid Əmirli. Atdı ki, Rahid elə oğlan deyil, o yaxşı. Atdı bloka. Sizi də deyim, and ola O videoda Allah'ın var. Ona hamı Paylaşıb baxır. O da səhv sarsan. O mən deyiləm. Paylaşıb Məndən var. Amma məndən dünən vətən xainləri qoşulub mənim şey eləyəndə məni də eləyərdi də. Deyərdi Xaqocan haqqında elə danışmayın da. Mən hansı ki Sərxan burada elədiyi hərəkətləri gəlib danışırlar. Qadınlar, zadlar, o kimlərin nə eləyib, nə pullarını atıb. Mən deyirəm ki, burada danışmayın. Sərxanı çağırın, gəlin üz-üzə danışın. Onun qabağında mən elədiyinə bax. Qoşulub şeyə, Ali Rahimov tanıyırsan qardaş? TikTok'dan tanıyıram ha. Saqqallı, çatanı söyür bilirsən də, körpə-mörpə baxmır. Ha, tanıyıram, TikTok'dan Bax, tanıyıram. bizim hamının ailəsi, qohumu, ölkəmiz, xalqımız, böyüyümüz, kiçiyimiz indi baxma, sosial şəbəkəyə girir. Tək TikTok deyil, YouTube-a kimi çıxır onun videoları da, yəni paylaşırlar. Sən necə baxırsan o insana? Yo, təbii ki, mən söyməyin əleyhinəyim, yəni Sərxan o söyməyin. adamı ora qoşur, necə mən səni qoşmuşam, sənə dəyər verirəm. Sərxan da o adamı Ali Rahimovu qoşub ona dəyər verir və bizim kimi oğlanları alçaldır. Buna necə baxırsan? Yo, təbii ki, o düzgün bir şey deyil, Mən amma haqqını istəyirəm. Qalib oda gedəcəm. Və bu qazi var, Sərvan, gözləri olmayan, qolu olmayan. Yəni lap deyək qazi deyil, Əlil. Əliləm. Əlil, qazini qoyduq. Əlili də gözünə, üzünə pis-pis sözlər deyib. Baxmısan da yəqin səhifəndə paylaşmışam. Gir Xaqocan Afxət 2 yaz. Səhifədə baxmamışam, indi girib baxaram. Bax, deyərsən ki, Sərvanın öz səhifəsində də var. Xaqocanın sağ olsun. məndə də var. Yəni, onu da bu adam indi onu bloka atıb deyib yaxşı eləyirəm. Get kimə şikayət edirsən indi. Buna həm suçlu, həm güclü qardaş. Bəs bilmir ki, bunun da yetimin də Allahı var, yaxşı qardaşları var. Gec-tez çıxacaqlar. Yaxşı olacaqdı. Bu söhbət belə qalası deyil. Əlbəttə qalmayacaq. Qardaş, mən bunu böyük şəkildə abardacağam və böyük şəkildə qloballaşdırıb Mən kasıb oğlanam. Mən çöllərdə qalaram, amma heç vaxt qoymaram mənliyimi, şərəfimi kimsə əzsin. Kimsə də əzə bilməz. Kimsə kimisə mənliyini, kimsə kimisə əzə bilməz. Bu dünya o dünya deyil vallahi. Sərvan, bu sözü mən sənə deyirəm. Mən onu boykot eləməsin, mənə Xaqocan demir. Sosialı bağlayıb çıxacaq. Ya o boykot Qeyrətli analarımız, qeyrətli bacılarımız qoymaz onu. Ha qardaş, işimi gücümü atacağam, boykotumla məşğul olacağam. İşimi gücümü atacağam. Bütün məni sevənlərdən. Deməli dostları, tanışları deyirəm ha. Siz məni başa düşmərsiniz, çoxunuz. Dostu tanışsınız, əlbəttə ki onun üstün gələsiniz. Onun qardaş dediyin oğlanın səhvi də, düzü də sənin üçün düzdür. Başa düşürsən məni? Əlbəttə ki mənim gözümə söyülsə də sən gəlib deyirsən ki, mən səndən üzr istəyirəm falan kəsin yerinə. Ay kişi, söyən gəlsin, üzr xatırlıq eləsin. Ay Yeraz. Sərxan gəlmir. Kimsə çıxartdı. Gəlməyəcək, o insan gəlməyəcək. Abi gələndə Yerazdır. şeylərdir. Nətər olur, mən çıxıb burada dərdimi danışanda, fikrimi söyləyəndə deyirsiniz ki, falan kəsin arxasınızaq danışsan. Amma yekə boyları ilə çıxıb mən canlatsın, mənim hər bir şeyimi söydürürlər. Nətər bunu qəbullanırsınız siz? Yaxşı bəs. Adaş, onu qəbullanan Azərbaycan millətinin qanı düzləri ola bilər. Qaziyə canlıda söyüş söylür. Kolçayda yazır, faktba yazırlar, orada söyüş söylürlər qaziyə. Dinlənmir. Dinlənmir. Nə bilim. Amma bizə çatanda altı matbul yığır, aşağı salır. Orada söyler, qazi dinlənir ki, orada söyüş söylüyor. Nə Sərxan, nə Sadət blokumda deyil ha. Siz sübut edin, bax yazsınlar. Xaqocan, Xaqocan, mənlə WhatsApp-da çıxıb danışmaq böyük problemdir. Dostları da ətrafı da mənim nömrəmi bilir. Niyə çıxıb mənlə danışmadı? Arkadaş, sən niyə? Çünki səhvdir, o səndən üzr istəməlidir. O da özünü elə adamdır ki, təkəbbürlüdür. Amma Allah Subhanahu va Taala deyir ki, qəlbində zərrə qədər təkəbbürü olan cənnətə girməz. Yəni o da təkəbbürlüdür ki, qayıb görsən, Səfər gəldi ona dedi ki, sən nə belə istəyirəm, mən özüm probleməm də. Sən kimsən, niyə problemsən, niyə? Sənə problem mənəm, ay Doşan, sənə problem mənəm, Doşan Sərxan. Kuyoku da başıma, kuyok daşıyan dedim, başıma keçirdəcəm. Xalqın içində deyirəm, videolarda paylaşmışam, 500 min adam baxır. Tək belə demirəm, ha canlıdır. Hər yerdə deyəcəm, bütün sosial şəbəkədə, Doşan, gəl çıx qabağıma. Valla bu kriminal, nə bilim, atarı çəkirik. Kriminal, nə bilim, haqqın düzünün bir dənə başı var. Düzün bir dənə başı var. Kim olursan ol,
Düzsənsə başımızın tacısan, səhvsənsə Əlbəttə. ayağımızın altısan. Kriminal yaşayan oğlan gəlib hansısa bir şişəs adamı söymür. Başa düşdün Söyməm. mən? Ay, Mənim söy- səhvim ola bilər. söyməz. Kriminal Mən də Mənim yaşayan səhvim xalqı ola bilər. milləti, qardaş, kriminal yaşayan xalqı milləti alladıb, ev tikib evin yarısından çoxunu özünə götürməz. Kriminal aləm bu sosial şəbəkədə Zaman bir manat oturmur bu platformada. bir manat atırlar ya qardaş, bütün gün oturur ev tikir, orada ev tikir bu şey. Villa tikir. Onu eləməz. Pulun yarısından Niyə çoxunu- mənə eləmədilər? Yaxşı, mən Kriminal qalxanda niyə yaşayan, dedilər get bax, dövlət kriminal yaşayan eləsin? qardaşım. Nə bilim 150 min, 200 min yığmaz xəstədən, onun çoxunu götürməz. Mən bu gün acıqma gedən oldu, Xago. Yaxşı oğlanların dalınca danışmaz. Canlısına vətən xainlərini qoşub, körpəsini söydürəni qoşub dalınca danışmaz. Kriminal yaşayan belə qaziləri o sözü deyib, bloka atıb, kişi orada oturmaz. Elə kriminal Qazi çıxır evinin xaladenlikini göstərir, altı mat salıb yığır salır aşağı, orada söyüsü ölür qaziyə. Nə bilim Allah yenə də xeyir versin. Kimsə onun evini Rahil, sən də tikməyinə bir danışar, söz Rahil. demir. Rahil, Sadəcə olaraq, daha ona dəstək sadəcə olaraq onu elədiyinə bu birisine də dəstək oldu. Nə olar ki? Rahil sən də danış Rahil. Ray buyur. Ray buyur. Ray danışmıyor. Tez qoşun qardaş. Danışmayanları çıxardı. Qoşuram. Bir qoşun tez. Danışdı çıxardı. Danışdı. Danışma çıxardı. Və qazi millətdən istəsin deyəndə yazan, səndən istəmir ki. Yaxşı insanlardan istəyir. Narahat olma, sən Boşdur, onlara aid boşdur. deyilsən. Buyur daxili. Buyur. Daxilidir nədir buyur. O da danışmır. Tez dəyiş. Tez dəyiş. Buyur dəyişin. Tez dəyiş. Yox, qayıb deyir ki, bayaq çağırırlar. Bu boyda qazilər var burada. Aborigen qazi. Nə bilim ya, bax Sərvan qazi. Bir də bəxtsiz qazi. Qazi. Valla qardaşım, yazılanlar. heç Burada qazi ya- deyil. Bir dəqiqə. Sən birinci açmısan. Ay, Bu birinci mən bezni açmışam. gəl yenə. Nədə Gəl bura. Al, Sən bayaqlarınızı birinci gəl. mən gələcəm. O Bir birinci dəqiqə açsın, gözlə. mən Bax gələcəm. burada yazan qazilər var ha. Burada yazan qazilər var. Yazır ki qazi. Qazilər girin, qazi altdan xətt, sərdar yaz görəsiniz. Buyur Royal. Royal buyur danış. Burada gəlib qazilər, burada başqa cür sözlər yazmır. Bilmirsiniz söhbəti. Göran boylu Mən bir qazi dəqiqə. zat Royal görürəm. danış. Ay ki, mən qazilər qoydum qaziliyi qırağa, insanam. Yəni ki, dostumdur, qardaşımdır, çoxdan Sərvanı demirəm tanıyıram. heç. Burada qazi yazır ki, sən Yo, bildim, qazisən, nə bilim bildim. nəsə. Hə, altdakiləri deyirəm. Ha, qazi deyil lap Sərvan. Ha, insan çıxmış gözünə söyərlər ay ki. Göz söyüşü söyərlər. Aynen, Bir şey gedin bir maraqlanın görün. Ən böyük günahdan biri deyir. Göz nurdur. Ay Sərvan, sən bax sənin bu şeyin üstündə mən bu haqqı tələb eləyəcəm də ondan. Bu haqqın üstündə o ta ki susana qədər bax mənə milyon şər atılacaq, milyon adam çıxacaq o tərəfdən ağzına gələn. Mən da hər yerimi düt deyəcəm. Baş üstə Eldəniz, baş üstə. Yenə də Allahın yolunda, yaxşılıq yolunda bu şeydən əl çəkməyəcəm. Dirənəcəm qardaşım. Narahat olma. Mən də üstümə idim atıflarda deyirlər ki, Muratla Sərxana 300 manata satmısan, şantaj eləmsən. Bax ha söhbəti. Gör insanların bəziləri gör necə avamdır. Gör necə düşüncəsizdir. Gör nətər avamdır. Ay, bax sənətim də var. Çıxın WhatsApp-a. Bu dəqiqə görüntünü açım görsədim. Erməninin zibilinə düşmüşəm, bax bu vəziyyətdəyəm qardaş. Başa düşdünüz məni, gözəl insanlar. Dövlətin mənə təsdiq eləyib verdiyi sənət var əlimdə. Kim nə deyir desin. Mənim başıma hadisə gələndə Murat heç kim mənim yanımda Bakirski olmuyor. istəyatmıyıb Eldəniz. Sərvan, Murat ay Bakirski. Sərvan. Emin Sərvan, Bakirski, emin. Səndən bir söz soruşum, düzdür, amma yaxşı. Buyurun. Sən 200 manata video çəkmisən? Yox qardaşım, mənim kişiliyimə yaraşmaz o. Mənə 200 manat Deyən lazım onda olsa gör gələr. nə deyirəm. Gör nə deyirəm. Bir dənə Abone video nə videosu? çəkərsən. Nə videosu? Bax, bir dəqiqədə o özü bilir də elə bax bu söhbət haqqında. Bir dənə video çəkərsən Sərvan. Deyirəm bu söhbəti 200 manatı kim çıxarıbsa onun evinin içinə girim çıxmayım, yaxşı? Mən demişəm onu da çəkəcəm hələ üstəlik. Hələ çox Sən videolar bildin də çəkəcəm. mən nə deyirəm. Ha, bildim. Mən elə şeylərdən xəbərim var ki, Xago. Yəni ona görə deyirəm ki, Hə, bir bir dənə dənə elə şərh video çək. Bir dənə Aşağıdan da etiketlər yazmıyorum. O də. qazi deyil. Biz də bilirik qazi. Eldəniz etiketdə Emin Səhifəndə Bakirski var da, səhifəndə etiketdə. var. Xago paylaşır. Kimdə varsa Xago paylaşır. 2 dənə ad xətt yazanda gəlir 860k. Həmən səhifəyə girin. Orada qaziyə nələr deyir hamısı var. Paylaşmışam və mənim Eldəniz ona etiketdə sözlərim var. qoşum. Mənim ona Səhifəsində. sözlərim var. Baxın, mənim ona sözlərim var.
Bu adam bir dənə çıxıb Sivyaza əlaqə demir ki, Emin Allah ona sözlər video paylaşmışsan, 300 min adam baxıb, 500 min adam baxıb. Axı mən sənə belə görsən demir. Ay, sən paylaşmağını qoy qırağa da. Niyə bu oğlanla gəlib bir kəlmə deməli ki, qardaş, sözümə görə üzürürsən? Əfsədə. Sən mənə belə haqsızlıq elədin, mən də bunu dedim. Desin də bir dənə. Bir əsəbləşmişəm, insanıq, əsəbi idim. Hər şey üstə gəldi. Burada deyirlər ki, Xaqo, Sərxan sənin haqqında danışmır. Bir dənə desin ki, ay Xaqo, mən sənin haqqında danışmamışam. Danışanı Allah bəlasını versin. Danışanı belə olsun. Desin də, desin mən də deyim qardaş, onda sən Muradın canlısına getdiyinə bura gəlsin. Muradın canlısına getdiyinə, qoşulduğuna gəlsin, bura desin ki, qardaş, mən bu sözü işlətməmişəm. Sərvan, o olan şeydən keçmişdə qalıbdı, ona görə də üzrlük haqlılığını bilirlər. Söktardı getdi. Nə Xaqo oğlandır, nə Sərvan oğlandır ki, dura nəyəsə belə pisması İraq bizlərdən abijni qalar. Qardaş, mən Sərxana bu günə kimi bir dənə adam desin ki, mən Sərxanın 6-7 ildir kim olduğunu qəşəng bilirəm. Bu günə kimi heç kim deyəməz, Xaqo Sərxan haqqında nəsə deyil. Amma indi bir videolarda deyəcəm. Hər gün videomu izləyin ha. Hər gün 5 Nəyə bayaq biri aşağıda yazmışdı ki, barda var atar olun. Biləm də, barda şeydə Axran idi əvvəllər. Axran işləyirdi. Özün bilsən də, iki cür Axran var. Var özünü hörmət edən, var bu hörmət eləməyəndən. O qızları zadı düz qoş edirdi. Bax, belə işlərlə məşğul olub. Yəni, bunun keçmişi olub da. Bədən zadı, nakolka, gizli şeylərlə məşğul olub. Normal adam... Emin Bakinski'yi tapa bilmirəm Eldəniz. Tapamıyorsun, bayaqdan yazır. Yəni, ona kimsə dayaq durub. Emin, buradasın, sən yazır, qoşsun. Mən səbəbləşdirəm. Qız çıxardan... Bəlkə səhifəsi özəldi. Amma Allaha var ha, o deyirlər oğru aləmə. Quran haqqı heç oğru aləmin ondan xəbəri yoxdur. Xəbəri yoxdur, qardaş. O dünya üzrə, bax bunu mən deyirəm sözümdə. Bütün dünyada, bütün sayuzda deyək, nə qədər özünü hörmət edən kişi varsa, Allah şahiddir, 95% deyəlim, 5% nəsə ola bilər. 95% mənim xətrimi və mənim kimilərin xətrini çox istəyir. Çünki bizim yolumuz haqq yoludur. Xalqın, millətin, kasibin, yetimin yoludur. İstəmirsə o cür... Buradadır, Samir. Nə bilim, tapdım Eldəniz, tapdım çəkəm burada, Quran olmasın. 5 aydır gəlib bura qazi təhqir edir. 5 aydır gəlib bura cəmaatı... WhatsApp-a bax bir dənə Xaqo. Bax, canlı 13 min olmaq o deməkdir ki, 10 min olmaq o deməkdir ki, sən hamıdan üstünsən. İstəyirsə canlı sabah qaldırar burada 20 min eləyim. Biraz dava edeyim, o Sərxan adamlarla dava 20 minə qalxacaq. Bir dənə WhatsApp-da şəkil atmışam, bir də yazı atmışam. Ona bax bir dənə. Gör o oğlan nə deyir. Baxacam hamısına. İstəyat, Emin. Emin istəyat qoşun. Ay Emin Bakinski. İstəyat qoşun. İstəmirəm burada kimlərinsə adını çəkəm. İstəmir də o insan orada ad çəkilsin. Sadəcə o deyir ki, o insandan üzr istəməlidir, bu bir. Bunu bütün nəinki bildim qardaş, o abırsız adam deyə, o arvadı qarışıq abırsız adamdır. Oyun burada müəllim var idi, Xaqo. Bayaqları 200 manat yığıb, indi də Elvində yığır. Onu orada bayaqları dedim, bu türküdür. Məni söydülər orada. Onun verilişində məni söydülər. Mənim adıyla yıxan var, arvadıyla. Bax, bu gündən söz verirəm, mənim də verilişim çox adamla olacaq. Çünki bu gündən mən də başlayıram. Həm insanlara dəstək burada olmağa, həm də pislərin pazını vurmağa. Ona görə inşallah bizim də canlımız həmişə belə gecəmiz, gündüzümüz 2000, 5000, 3000, 1000, ən ölü yeri 700, 500 olacaq, narahat olmayın. Yəni, mən də eləyəcəm və o necə olar biz atıq bloka, biz də atacaq onların adamlarına bloka. Onda ağlanırlar. Çox xoş, yaxşıdır. Nəysə, demək istəmirəm. Boğazıma gəlir, sıxır saxlayıram. O da sən də gəlir də getsin də. Başını bırax. Desəm var, Allah'ın olsun, onu bilən var, bir həftədən sonra o insan yaymaşmayacaq, değil mi? Qardaş, lazım onunla deyil. Haqqı deyil. Dedə mənim ürəyimdə də, qardaşım, səndə də sirlər var, deyinən də, bizim ürəyimiz patladı. Sən istəyirsən ki, sabahdan biz açmayaq. Kəblə Yelçini tanıyanlar tanıyır. Kəblə Yelçin. Xaqoya da şəkilini də atmışam. Orada nə deyibdi, Xaqoya da atmışam. Xaqoda var. O insan belə pisması bir dəqiqə sorokdadır. Özü də
yazıblar ki bu insan bax belədir. O insan neçə dəfə deyiblər, neçə dəfə səsini atıblar, yazışmalarını atıblar o insana. O insan deyir ki, Sərdar, ora qalx, denən ki, geçsin ona denən ki, kirmiş otursun yerində. Onu Türkiyədə Sərxancıl yox ha. Onun Sərxan böhründə ətrafında olanlar var ha. Onu elə itirərik ki, özü bilməz ki, hardan gəldi bu güllə. Orxangil oradadır. Dedi, Qardaş, başqa oradadır, söhbət edin, qardaşım belə oradadır. söhbətləri burada eləmin. Nəysə də, yəni deyirəm. Bura yeri deyil, elə şeylər. Xaqora Sərxanın söhbət var, özlərində nə vaxtında rişat eləyəcəklər. Bir dənə söz deyim, yenə də deyirəm. Adamın əlaqəsi yoxdur ki, mənə bir dənə zəng eləsin. Desin, ay Xaqo, belə olmuyor. Atırla, bəyəxən Muradın canlısında deyirdən, Murad deyir nömrəsi var, atdım sənə deyir lazım deyil. Gördün? Qardaş, nömrəmi deyirəm, atın ona, Sərxana. 051 450, axırı da 66, sonra 55. Hər yerdə də var. Hər gün açıqdır. Minlərlə insan yazır. Atın. Qorxaq olsa, Türkiyədə biz bizimdir. qorxaq olsa xalqın içində gəzənməliyik. Atın. Atın. Türkiyədə bizimdir. Kişi olur. Türkiyədə addım qarşı qoysan Azərbaycan cəmiyyətidir. Bizim qeyrətli xalqımız var orada. Ay, qaçıb gizlənib doşan kimi Manca Muradla görüşür orada. Söz. Onun başqa adamla görüşür. Sərxan canlısında deyir, Edik var deyir. Aftafa daşı yanı, onu deyir, mən şəxsən nakazat eləmişəm. Ay qaqa Orxan İmam Qardaş, məni bütün gün xalqın sizə görürsünüz. Blogerlərin yanında görürsünüz. O adamı başqa kimdən görmürsünüz? Sərxan, Muradla videosundan başqa. Murad da get Türkiyədə həyətə düşmüşdü, qapının həyətinə. Alış-veriş elədilər, çıxdı gəldi. Başqa görmürsünüz onu? Onda da haqq hesab oldu. Dedilər ki, pulla yeyilibdir. Əlbəttə. O Sərxanın Muradı qınamıram. İndi Sərxan o boyda qoşub 170 min yığıb, oradan 70 min Sərxana çatmalıdır. Qardaş, o oyuncaq yığmayıb ki. İndi ev tikir. Amma mənim canım nə pul yığılandı. Qardaş, ev tikir. Boş yerə Sərxan bütün gün ev tikir. Gəl mənə də tik. Bir də kasıblara tik. Qazinin evi tikilməlidir. Qazi evi yoxdur. Gəl təmənnasız tik də Sərxan. Qaqa mənim evimə material aldı da yenə deyirəm sağ olsun. Buradakılar da işdir. Mənim evimə material aldı. Video çəkib paylaşmışdım da qardaş, evlə bağlı. Özüm video çəkib paylaşmışdım evlə bağlı. Niyə biri qabağa çıxıb durmadı? Yaxşı bəs. Mənim tərəfimə alçatdılar. Və ev tikir 5 uşaqlıya. Gəl 5 uşağı var. Məndə 8 uşaqlı var, 7 uşaqlı var. Qaziyəmdən, ay kişi oğlu, millət qaziyə dəstək durmalı. Yoxsa mülk adama. Qazini saxla da, yaxşı deyək, dövlət dəstək verir. Ev tikir. Mənim siyahımda 12 min ailənin 6 mini, 7 mini, 6 uşaqlı, 5 uşaqlı, 4 uşaqlı, 10 uşaqlı, 8 uşaq, 7 uşaq, 9 uşaq atası da var idi. O da mənim siyahımda oldu da. Onu da kömək eləmişəm. O, hamısı. Hamı məndədir. Gəl birinə tik də. Niyə eminli öz adamına tikirsən? Çünki, qardaş, 2000 gəldi bu gün. Nə qədər? Mini sənin, mini evin daşınacaq da. Nə qədər? 3000 gəldi, 1500 sənin, mini. Ora pul atanları mən qoymayacağım. Mən şəxsən o evin qabağını saxlayacağım. Baba, mən sizə deyirəm. Bax, gör indi ora necə dəstək. Bu günə kim nə dəstək olurdu Sərxana? Gör indən belə nə dəstək olacaq, hamı ayılacaq. Çünki Sərxanın kim olduğunu mən hamıya sübut edəcəm. Hamıya, bircə. Hamıya. Məxfi buyur, Məxfi. Qoşulmuşsan buyur. Yazırsınız, yiyir sən də yiyir. Bu insan o insan dolaq oradan bir gəl yiyir. Mən də yiyim, mən yiyimsə necə? Mən bugün aborigin ev tikim deyim ki... Elin istəyəs də qardaş. Oldu. 100 bin bir xanım söhbət oldu. Xaqo ilə şəhid atamız getdi, öz cibindən Xaqo orada təzdən pul verdi. Bir girin o səhifədə baxın videoya görəsiz. Rəhim ata da gedir, o birisi də gedir, bu birisi də gedir. Məndə hamısı var. Yəni, qardaşım, nə demək istəyirəm? Samir Qoş da o. Başda, istəyə atıb. Sərxan gəlib bizim qazidən. Salam aleyküm, axşamınız xeyir. Halallıq üzr almayınca və məndən vətən xain qoşub, dalımca danışdığına görə halallıq almayınca mən o adamı boykot edəcəm. Salam aleyküm, axşamınız xeyir. Salam. Valla mən özüm birinci qrup əlləm, gözdən əlləm. Gözlərim görmür də qətiyyən. Mən 6 aydır interesə hər gün nədir, Sərxanın canlısına qoşurulam. Ancaq heç 6 ayda bir dəfə də qoşula bilməmişəm. Amma bugün ona həqiqətən böyük nifrətim oldu ki. Böyük nifrətim oldu ki. Bizə nə çayda qoşulursan? Görsən qoşan kimi qoşuruq. Qardaş, reallıq qoş.
böyük nifrətim oldu ki, bayaq Qaqaş ona deyir ki, sən 50 sögmüsən, onu atdılar, mən də oradaydım. Qayıt ki, 10 gün bundan qabaq sögmüşəm. Ay yaşım, mən yazdım ana orada. Mən yazdım ki, niyə söğürdünüz? İndi ayılmısınız, elə eləməyim bir də sögüm. Gördün? O qədər zəhləm getdi ondan ki, Allaha and olsun. Deyir, 50 söymüşəm, indi ayıpsız, elə eləmə, bir də söym o qazini. Budur da. Dedi elə eləməyim ki, bir də sögüm. Allahsız adam. Sögüm. Allahsız adamdır. Deyirəm, vətən xaini Ali Rəhmov ateistdir. Bu da ondan dostdur. Ünvanım da dedi Türkiyədir. Amerikada yaşamıram ki, gəlin söhbət edək. O qədər acığım gəldi ki, lap gözlərim yoxdur da mənim. 3 aydır Türkiyədəyim. Gözlərim yoxdur. Mən Türkiyədəyim. 3 aydır yoxdur. Mən çok tələsin Chicago'ya yazdım. 2 ayda mən orada olmuşam, mən yazmayayım. İstanbul'da da oldum, her yerde olmuşam. Gözü görməyən insan diri ölüdür də, diri ölü deməkdir. Onu sögən insan kimliyindən asılı olmayaraq ermənidən də betər insandır. Bəli, ona tərəf duran da onun tayıdır. Əlbəttə ki, bu göz elə bir şeydir ki, vallah mən istəyərəm ki, bir qolum, iki kıçım olmasın, amma bir gözüm görsün. 7 paska kilok almışam. Lap biri mən qoşuldum canlısına sögdü. Mən onu ilə dava eləyə bilmərəm, göz yoxdur da. Əlbəyaxa gələ bilmərəm, görüşə gedə bilmərəm. Gözü görməyən adamı sögənlər, olsa gözü görməyən adam hər gün ölür dirilir də. Onlar kişilikdir. Vallahi, mənim sözüm bu qədər. Allah xalq olsun, canım sağ eləsin. Səni də çoxdandır izləyirəm. Düzdür, onu da düz 6 ayda həqiqətən hər gün izləyirdim. Neçə dəfə də qoşulmaq istəmişəm. Bəli, 6 ayda millət orada durub ki, bəlkə qoşular, canlıda 5000 adam elə bilirlər ki, 5000 adam hamı sənin kimi, qardaş, gözlüyür ki, ümidlə, bəlkə nə vaxtsa qoşar. Yox, mən heç mən ondan heç nə olmuyorum, Allah and olsun, heç nə. Mən özüm Rusiyada yaşayan adam olmuşam, indi gəlmişəm. Bir yazır ki, bəş qoşulan kimdir? Qoşulan, indi 5-dən 3 arada bir ikisini qoşur da, o heç. Ay, ölənlər, burası mən qoşulmaq istəyirəm ki, on variantını deyirəm, bax. Buradan adamı qoşur bir nəfər. Bir dəqiqə saxlayıram, ha, baxdı. Birini nəsə qınadı, birini ələ saldı. Birini saxlayır, ha. Bir dəqiqə, nə yoldu? 300 manat, sağ ol. Bu getdi, dalınca. Dostlar, keçdi torpağa. Ələ salmaq var. Torpağın 2 saat, 1 saat torpaqdan yığır evdən. Və yaxud bir xəstə zat, iminli, 170-150 min, böyük temalarda bilirsiniz də, onlarda da çoxlu saxlayır. Yox, mənim ona qoşulmağımın səbəbi odur ki, onları da saxlayır. Mənim ona qoşulmağımın səbəbi odur ki, bir də görürsən ki, birinə deyir, yox, sənə düşməyir. Birdən sənə yardım eləmirəm, sənə yardım. Cəmaat eləyir, bəlkə onun heç çörəyi yoxdur evində. Sən nə bilirsən o kimdir? Ona görə mən çox vaxt qoşulmaq istəmişəm. Həqiqi yardım istəyən qalır qıraqda. Sən bizim evin yanında, and olsun Allaha, mən səni tanıyıram, sən məni tanımazsan. Səni mən çox görmüşəm. Bu Kurayski Kurukda, Heydər Parkının böğründə toyuq, ət, mət paylayanda. Cəmaatın canlı açıb pul yığmışam, qardaş, görmüsən? Yox, mən görmüşəm sən toyuq yad maşınla saxlayıb paylayıb. Mən bu dəqiqə, Allah şahid, bu dəqiqə duraram bura, kartımı qoyaram. Deyim, qardaşlar, bacılar, mən sabah yardıma getmək istəyirəm, gəlin dəstək olaq. Bir günə, 4 saata, Allahım şahiddir, mənim elə adamlarım var ki, 10 bin, 5 bin atanası adamlar. Atarlar, 20 bin, 30 bin yığaram, gedərəm, eləyəm. Amma eləmişəm. Eləmişəm. Yığar, sən gör neçə, TikTok açılanmış, mən səni TikTokdan tanıyıram. 6 ildir. Nə ortada kartım yoxdur, nə cəmaatdan pul yığmamışam. Bir aydır girdim bura, insanlara dəstək verdim, beləntisinə də, bir ayda o da. Onun da söz elədilər, uşağa nə bilim qucağına aldı, nə bilim nə elədi. O Ali Rəhmovza söz qoşdu anca. Hər şey, 3 yaşlı uşaqla mənə söz qoşdular. Gör nəyə ilişirlər. Yox, o şey şərəfsiz insanlar o. Həmən Ali Rəhimovu qoşub ora Sərxan. Yox, onunla mənim zəhləm gedir. TikTokda gözüm görməsin, onu heç görməmişəm. Sərxan, qardaş, bax, onu qoşub, Sərxan onu oturub duran adamdır. Nə gözləyirsiniz bundan? O sarsaq axmaq adamdır. O Sərxanı ilə bir dəfə bir oğlan... Get işinlə məşğul ol da. Baboşla Vəlzarın yeridir, ya kişi.
Gəlib burada qardaşlarımın adını çəkmə O də. deyil, Baboş Bəlican. Sərxan bir dənə çıxsın, Baboşa Bəlizara sözünü desin də. Onlarla qoşulsun, onlar protiv dala qırğına çıxsınlar. Onları sustursunlar. Hara, bu. Yoxsa o zaman bacara bilmir axı, bilir ki, Sərxan pardon vuracaq. Bir də topu Sərxanın günlər Yarım mənə ilişirlər, mənə. dalcan danışmaq çıxmasın. Sərxan neçə dənə xəssiyə deyib ki, get oğurluq elə. Ay iki adamsan, o nə deyim, o nə söz. Bədbəxt adamdır da. Özü oğru olub. Heç nə qardaş, gecəniz xeyrə qalsın. Klubda axran işləyirdi. Klubda axran işləyirdi. Bir qızların şotuna qazanırdı. Bir də ki, ciblərə zada girirdi də. Klubda jaket zada atmırlar. Oradan ciblərindən pul oğurlayıb. Onunla yaşayıb da o. Keçmişini bilirəm. Otan, sən də ged işinlə məşğul ol. Sən keçən dəfə deyirsən 600 manat Heç pul nə, yığdı. Ona gecəniz görə xeyrə qalsın. Allah kömək olsun. Aşağıdan ekranı tıklayıram. Ola bilər ki, Nə bilim. Baxıram buradan Klubda aşağı. axran işləyəndə jiletlərdən o kurtkalar asmırlar qapıda. Oradan pul oğurlayıb, adını oğru qoyub. Sən oğrusan. Elə oğru olur. Kurtkadan cibdən cəmaatın oğruyansın. İndi gör kim olur. Kim kimə gəlib söz atır. Adama təsir edir. Allah, normal adam gəlir söz atar. Çox deyirəm ki, bir kişi kim kişidir, gəlsin məndən. Bu doşandır. Bax, bura girmədi. Üzümüzə çıxmadı. Reala çıxmır. Ortada yoxdur. Nə olsun canlıya qoşum 5 min, 3 min adamı. Bir anda arvad çıxsın ağza yəni danışsın. Mən də, yox, vətən xainində qoşum ora. Blok daşıyandır, nədir? Söz atmağı, dalında durmaq var. Bəli, Xago gəldi. Hazvelə qoydu. Videoların görsən. Nara, deyərsən sən də qəşəng sözü eşitmək istəyirsən, ay Nara. Sərvan Qazini və o sözlər demirsən. Bilmirsən, indi sən davam edəcək bu. Sən üzr istəyəsən. Səbirli ol. Hələ səni boykot edeyim, sənin o görüm o evi tikə bilirsən. Görək o evi tikə biləcək. Çox maraqlıdır. Yox, niyə, bax, niyə söyürsən? Niyə söyürsən? Niyə girib vətən xain qoşub Xaqozanın dalınca danışırsan? Qazi. Aynen. Xaqozanın danışa bilmirsən, bu qədər xalqın yanındadır. Sənin yanında canlıda kütlədir, mənim yanında bütün respublikadır. Bütün sosial şəbəkələrdir. Nara yazmışdı ki, yanındaydı. Nə bilirsən, yanındaydın. Əşi, Naranı boş ver, Nara da onun adamıdır da. Normal adamlarla danışıq. Qaziyə söyüş yazan. Bu da canlı açıram. Bax, hədiyyəm yoxdur deyim, hədiyyə yığıram. O bir səhifəmdə hədiyyə açıqdır, orayla açardım da. Niyə bundan açıram? Hədiyyəyə ehtiyacım yoxdur, qardaş. Nə pula, nə Allah şahiddir. Mən də açaram o bir səhifə, hədiyyələrdən, minüsüzlərdən baxma da. Axırda Sərxan kimi qutaranda baxsan ki, bir 200-300 dollar yığılır. Mən eləmirəm ki, ehtiyacım yoxdur ki. Görsən, hədiyyəm də bağlıdır, heç vecimə deyil, bu səhifədə açıram. Qardaşlar, bacılar, aldanmayın, bilin kimdir. Bir adam vətən xainlərlə birdirsə, o adamı başını buraxın. Bir adam körpə söyənlərlə, ailə söyənlərlə birdirsə, onun başını buraxın. Bir adam qazilərimizin o cür təhqirlər edir və ortada yoxdursa, üzr istəmirsə, halallıq almırsa, o adamın başını buraxın. Bir adam vətən xaini qoşub Xaqozana, ağzına gələni deyirsə, o adamın başını buraxın. Ona, belə deyim, tərəf duranlar, heç nə demirəm, bu qazilərin, döyüşənlərin haqları haram olsun deyirəm. Onların özlərinə və ailələrinə. O haram olsun. Onda sən xoşuna gəlir, qazinin misafirinə qaldırır, aşağıdan söyüş yazırlar, ona göz yumur bir yanı. Sərvana söyür, bu iki. Göz yumarsan, Nara. Buyur xanım, buyur. Salam Xaqocan. Xaqocan dalınca heç kim heç nə danışa bilməz. O vaxtı ilə mənə də kömək eləyib. Kaleska vermişdi şikəst bir adama. Allah kömək. İndi Xaqo qadan alım. Mən həmişə sənin hörmətini tuturam. Nömrən də vardı. Mən də arada yazırdım sizə. Təbrik zad edirəm. İndi sizdən bir xahişim. Bir dənə xəstə qız var. O talış qızı. Bilməm canlıda zad da oynayıb fikir vermisən ona. Kömək eləyərik. Bazı bir dəqiqə onu da başqa tema. Mən heç nəyim deyib. Prosta mən onun canlısına girəm. Sərxanı boykot eləməmiş ya da bu qazidən və özümdən üzr istətməmiş əl çəkən deyiləm. Ondan sonra başlayacağım yardıma. Hələ ki onun. Sən kim nə deyir, Allah onun bəlasını versin. Bala, mən səni çox gözəl tanıyıram. Bütün anaların bədduası onların üstündə durmuş. Bir dənə qadınam Xaqo, heç onu tanımam. Canlıda görürəm, ürəyim ağrır nəsə uşağa. Yaxşı qadınam, xərsət nəsəs. Hələ eləmirəm də, özüm isə Sərxana üzr istətmədim. Yəni ki, o yaddaşında qalsın da ona görə deyirəm. Yaxşı qurban ol. Var olasın. İnşallah bu sənə. Kim nə deyir, qələt edirsə, sağ ol.
Nihat buyur. Axşam xeyir qardaş. Salam. Salam, mən səni narahat eləməkdə fikrim oldu ki, sadəcə bu aylıq mənim bir dənə kreditimi ödəməyə Kömək eləyəcəm qardaşım, hər şey. Bir dənə qoy Sərxanı diz çöktürüm qazinin qabağında, yaxşı? Olar, Ha qardaş, salam. Salam qardaş. buyur. Ha qardaş, səni indi tanımırıq ki, sən neçə illərlə, neçə illərlə zülm çəksən, sənin fakt o qəzinin yanında öz maşını satıb xalqa xidmət eləməyin, zülm. Qoşulub sən bir-iki dənə şeyə, səni də tanıyan var, onlar hamı bilir ki, onların orada xeyir olmasa o işə getməz. Mən özüm beləsi var. Ev tikər, adama hürmat verməsin. Amma oğlu, sənin başına görə. Başına olub, qızları satan. Sənin başına görə. Qulaq as, belas varlıdır. Qulaq as. Buyur qardaş. Sənin bəğlə dediyin söz mənə ləzzət elədi. Onların orada xeyri olmasa, onlar ömür billah girişməz o işə. Oturub stola sərələnib, saqqal da bıraxıb genəlir. Genəlir qardaş, genəlməyi. Sən bəğ zor söz dedin. O cəmaatı xalqın pulunu alıb or eləyirsən. Arada da o yığdığın pulları yarışına işləyirsən. Ondan da 50 atsan, mənə yaxşı dostlar nə eləmişdi. Sənə yaxşı dostlar, sən xalq kimi get bazarlıq elə, get bir dənə gir şeylərinə. Xalq fakt şahidiyəm, qəzinin yanına öz maşınla aparmışsan, sən nə qarsan? Xalqın puluna stol alıbsan, sərələnirsən orada, genəlisən. Onun bunun adından da danışsan. Sən özü nə hesab eləyirsən? Allah sənə. Nafolka vuranlar el olmur, qardaş. Sən başa dönəmə, sən özü onlarla şey eləmə, səni bütün millət tanıyır. Valla biz səninlə fəxr eləyirik. Şəhsən mən Beləsvarlı olaraq, mən 92-ci ilin dörtçüsü olmuşam, Beləsvarlı könüllü batı. Mən bir Beləsvarlı olaraq, qardaşım, mən sənin kimi qardaşla fəxr eləyirəm. Həzrət Abbasam. Şükür gör, eylənçilərə başqa hoşuma girəm. Eşitirsən məni Beləsvarlı? Bəli. Azərbaycan Respublikasında Xaqocanın üzərinə mən bloger tanımıram. Qardaş, mən indi məcbur qoşuldum, ürəyim patlayır. Bu cür xalqa xidmət eləyib, onlardan da bu qaba xidmət eləyib. İndi orada 5-6 nəfər fakt gözümlə görmüşəm, millət belə hamısı olsun. Onların xeyri olmasa o işə girişməz. Həyatı boyu bütün günü Tokyo'dadır. Bunun qazancı yeyib içməyə hardan gəlir yaxşı bu? Bəsdir ha, mən şəxsən qəzinin yanında gözümün şahidi, xalqa 2 dənə maşın aparıb, öz maşınımda satır orada, xalqa xidmət edir qardaş. Onda gələn xalqa eləncə 30 il əziyyəti var, 25-30 il. Qardaş, xalqanın onda eləncə vəziyyəti olsaydı, onda gəlir Rusiyadan belə, Türkiyədən belə 80 dənə ev vardı. Gedib orada oturub Türkiyədə genəlir, nə ilə genəlirsən? Bütün günü tokda, harada işləyirsən? Bəsdir nəyə cəmaatı? O genəlməkdirsə, mən də belə oturum. Dostlar, qoşun pul yığım, qoşun pul yığım, qoşun pul yığım, qoşun. Axırda da desən, xalqodan yaxşı oğlan yoxdur. Bəs mənim əziyyətlərim ara getdi. Vüqar, buyur, Vüqar. Nə var ki, oturum kreslomda, pul yığım. Vüqar, danış, buyur. Onunla tanınıb da, kimdən? 6 ayda onunla tanınıb. Ondan qabaqda buyur. Bilirsiniz də kim olub, hamısını deyəcəm olsa, paylaşmışam. Vüqar, buyur. Qardaş, 2 yerdə olduğun ki, biri danışmayanda o birisi danışsın. O 2 yerdə oldurum. Adamla 2 yerdə oldu, biri danışmayanda o birisini danışdır, o birisini danışdır. Burada yazılsız belə, Sərxan demirik ki, Sərxan yardım eləmir. Tamam, səbirli olun, yavaş ol, qoşuruq. Eləyir. Hardasa müəyyənlərindən pul yığır, ya yığmır. Salam, mən gözəl qardaşlarım. Necəsiz? Salam. Allah mən bu qardaşımı canı sağ eləsin. Öpürəm o valideyninin əllərindən. Canlı sahibinin. Sizdən baxın. O mənim mən elə bil ki, o Sərxan bəyək qalxmış deyə bir oğlan. O biraz sıra var edərədir, o yardım sevən var. Xeyramınla qabaq, bizdən evdən qoşulmuşdu ki, un yox idi ki, qarta platayam un gələyək nə qalacaq. Mənim amma bir dəfə qoşulmaqla axşam mənim sırağın axşam Şam evdə ağacıydı, Ağdamlı. Qardaşlar, 50 manat pul gəldi, mən getdim balama git çörək aldım. Öpürəm sən valideyninin əllərindən, Allah sizin kimi qardaşlarıma dəyməsin. Var olun qardaş, var olun. Borcumuzdur. Sözünə düzdür. Biz kişi kimi qoşuruq. Daha ev tikib yanından pul verir. Allah'ımıza dəyməsin. Öpürəm qazi qardaşlarımın əllərindən. Bildim, var olsun. Emin Bakinski budur ildəniz. Budur mu qoşdun? Tez dəyişin. Görmürsən, Samir görmürsən, E hərfi yazılır. İstəyat bir bax, Eldəniz, istəyatısın. Bir atmışam. 1600 nəfər, bir dənə də deyim, sonra başlayın qoşmağa davam edin. Yenə də deyirəm,
bu qazimizin üzünə gözünə onun o cür təhqir pis sözlər dediyinə görə bir də vətən xaini Ali Rəhimovu qoşub dalımca blokdaşyan dediyinə görə Sərxanı boykot eləyib, o evi qoymayacam, o yarı-yarıya işlədiyi evi tiksin. Bu bir. İkincisi, bütün milləti, xalqı ayrılacam. Üçüncüsü, bütün sosial şəbəkələrdə onun kim olduğunu, keçmişini, hamısı bir-bir, indisini, hamısını deyəcəm. Sərxan məhv olacaq. Böyük paza ilişir. Mənim üçün paz yoxdur. 5 vətən xaini susturanda, Sərxan özü qəşəng bilir illərdir. Bir dənə mən susturanda, Sərxan gəldi onlara tərəf durdu, onu da rədd eləmişdim o vaxtı. İgnor atmışdım böyük sərfəmini. Hoş xeyir olsun. Buyur. Qardaş, mən Xalq Ocağını həmişə tərəfini saxlayan oğlanam. Allah həmişə yaxşılara dəyək olsun. Allah qardaş başından töksün, hər kəsədə bənd olmacılar. Öz işində də uğurlar diləyirəm sənə. Sevgim Allah. Qardaş, arxamıza danışılır və qazimizə pis sözlər deyilir. Neyə duraq baxaq qardaş? Yox qardaş, bilirsən nətərdir? O qazinin dalınca danışan heç birincisi özünü tanımayan bir oğlandı. Çünki o qazilər bizim yolumuzda, bizim analarımızın, bacılarımızın yolunda canından keçib, nə bilim, qanından keçib. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə şəfa versin. Yəni qaziyə hörmət qoymayan birincisi özünə hörmət qoymur, evindəkilərə hörmət qoymur. Bunu deyə bilərəm. Sən də ki, qardaş, göz qabağındasan, Allah köməyin olsun, Allah həmişə başından töksün, ruzunu bol eləsin. Həmişə də düzgünlüyə fitva verən qardaşsan. Öpürəm səni, çox vaxtınızı da almıram, var olun, Allah canınızı sağ eləsin. Sonra Nazan xan, buyur. Axşamınız xeyir. Axşamınız xeyir. Xalq Ocağı. Buyur. Mən də siz tərəfindəyəm. Bu Sərxan var, bir dəfə qoşulmuşam. Körpə uşaq var, 8 aylıq. Ona dedim ki, mən, yəni mən qəyyumam da, körpə uşaqdır, 8 aylıq deyil, 10 aylıq da yerim da. Nə səbəblərə görəsə yerim. Mənə qayıdıb deyir ki, utanmır, ayıb olsun ona. Mənə deyir ki, türmədə yatmışsan, sən surokda yatmamısan mən kimi. O nə sözdür? Təhqir edirsən, ayıb deyil. Nə danışığını bilmir. Onun təhqirləri var, sosialda oxuşda söylür. Deyir, surokda yatmışsan, mən kimi surokda yatmamsan. Yox, o nə sözdür? Mən ona dedim ki, masaj lazımdır bu uşağa. 150 manat da masajistə verəcəm, nömrəsini də verim masajistin, zəngilin, örgənin. Deyir, surokda yatmışsan mən kimi. Elə adamdır, nəyəsə başım bura. Görsən qardaşım. Allah sənə dəyməsin, sağ olun. Sağ olun. 3 sözsüz danış, tez-tez danış. Salamünaleyküm, sizə ehtiyacım var, yoldaşım xəstədir. Allah şəfa versin. Çox sağ ol, ona kömək istəyir. Qalmışdım bura. Eləyəcəm, bir dənə bu Sərxanı qazinin qabağında diz çöktürüm, eləyəcəm, səbirli ol. Yaxşı deyil mi? Oldu müəllim, çox sağ ol. Səssizlik, buyur. Alo. Salam, buyur. Salam. Mən bir neçə müddət bundan qabaq Sərxanın canlı yayıncısına qoşulmuşdum. Məni məcbur elədi ki, görüntünü aç. Mən də istəmirdim açım. Nəysə, açdım. Başladı mənim açkimə qiymət qoymağa. Sən dövlətlisən, у тебя есть товарный вид. Başladı mənə danışmağa. Mən dedim ki, mən sağ böyrəyimi itirmişəm də törəməklə. Mənim müalicəm yarıda qalıb, mənə biraz köməkli lazımdır. Pul var əlimdə, prosta köməkli lazımdır. Yox, sən danışığından deputata oxşuyursan, sən çox imkanlısan, vidündən tökülür. Nə bilim, dırnağım belə, saçım belə, başladı danışmağa. Mən dedim ki, ayıb olsun sizə. Yəni ki, mən özümə yaraşdırmıram bu sözləri eşitməyə. Yəni mənim sizə deməkdə məqsədim odur ki, elə insanlara görə əsəblərinizi qoruyun. Onlara əsəb borçlu deyilsiniz ki, sinirlərinizi... Prosto o pul yığırı, ev tikiri yarı-yarıya, 170 bin zat yığırı yarı-yarıya. Onların qabağını alacam, məqsədim. Mənim üçün onu Türkiyədə nəsə eləmə 2 vur 2-dir. Ancaq mən xanımam.
Heç cür onu Mən özümü... əsələmək deyəndə Dovşan da evdən çıxmır ki, ancaq düşür aşağı, kimləsə görüşür, hesab edib çıxır. Bloka qədər Yox, düşür. yox, çox səviyyəsi... Onu ancaq və ancaq boykot, insanları aldatmağını boykot eləmək ki, məsəl üçün, bugün ev tikir, insanlar da 1 manat, 5 manat əziyyət çəkir, bir gəldi, 5 gəldi, daş qoydular. Daha xəbəri yox ki, o nə 1000 də gəlsə, yarısından çox onundur. Mənə sual verir. Sən niyə belə danışırsan da? Rus dillisən. Deyirəm, bəli, mən rus dilliyəm. Rus məktəbi oxumuşam. İnstitut rusca. Hər bir şeydə, yəni belə danışıram da. İndi mən nə etməliyəm? Qaydırdır. Sənin tavarını videon var. Hiss olunur ki, sən çox imkanlısan. Nəysə, başını bırax. O adamlıqdan çıxıb. Az qalıb, hər şey açılacaq. Narahat olma. Onlar bunu da deyir. Hadi sağ ol. Allah'a emanet ol. Buyur Nurlan, buyur. Tez-tez danışın, çünki hamının adam çoxdur. 70-ə yaxın qoşulur, 75 qoşulma var. Qoşa bilmirik. Söhbət nə problemi ki? Qoy Sərvan, buradasan? Ha, buradayım. Problemi soruşulur. Qardaşım, mən danışmaqdan Allah ki yorulmuşam. İncə bax, iynə vurdular mənə. Allah şahid istəyirəm. Mən tir-tir əsirəm də, yəni bir deyim. Mən nə bilim, Allah'a tapşırıram da, Allah'a tapşırıram onları. Heç nə demirəm da mən. Vallahi. Yəni gözü olmayan, qolu olmayan bir qaziyə pis, gözünə, qoluna pis sözlər deyib. Səhifəmdə paylaşmışam. Xaqocan alt xətt 850K-da kəşfətdədir. Sonra da dünən də Ali Rahimova saqqallı vətən xaini hamı tanıyır. Hamını söyən, ölkəni söyən. Onu uşaqları da söyən. Onu qoşub bugün səhər qoşub mənim haqqımda palaskat edib mənə gülə-gülə ələ salıblar, kulok daşıyan deyiblər. Bu da sizin Sərxan. Qar, sən necədir? Başına dönəmə. Sərxan birinci Ağcabədilidir. Mənim özüm də Ağcabədiliyəm, heç söhbəti yox. Səhvi var, səhvini başa salmaq lazımdır. Səhvi gəl, mən də deyirəm qoşul bura. Gəl səhvi başa salaq da. Bəlkə biz səhvik, bəlkə biz səhvik, bəlkə mən səhvəm qardaş. Xalqın gözü tərəzidir. Mən səhvəmsə insanlar görəcək də. Buyur, qoşulan adam kimdir? Sirac, buyur. Mələk qardaş, hamının axşamın xeyir olsun. Qardaş, mən Türkiyədən, Ankaradan narahat edirəm. Biraz məzəndəyəm, əsəbliyəm. Biraz üzürlü saat başlıqlarım. Qardaş, mən sözümü hər kəsə aid edirəm. Bu qazilərin, şəhidlərin haqqına girən Allah bəlasını versin. Onları verəsin. Yəni, bilsə nətər, onlara haqsızlıq ediləyənin evində payı yoxdur qədər. Başına dönərəm sən. Allah haqqı həyəcandan partlayım. O izləməyi də qulaq astım. Mənim o insana hörmətim var idi. İndən belə bilsə nətəli, zərrə qədər bir damcı belə hörmətim qalmadı. O insana heç baxmaq belə istəmirəm. Xalq aylacaq, Allah şahid. Mənim kimi adamı, bax Sirac qardaş, mənim kimi insanı, nə yap, pisimi görmüsən, təhqirimi görmüsən bu günə kimi, 6 ildə, 7 ildə. Mənim kimi adamı vətən xainlə qoşulub, kulok daşıyan deyib ələ salırsa, bu xalqa etmalıyam. İkincisi, bu qaziləri o cür təhqir edir, blok atırsa, bu xalqa etmalıyam. Başqa var şey. Qardaşım, bax, mən... Yanından ev tikməklə deyil, yarı cibdə yarı. Kişisən sportiya da. Gəlib, burada gəlməyi özünə soruşturmur. Deyir, mən o xeyra gəlməliyəm. Hələ bilsən bir də söyləyim deyir. Tamam, xeyir olsun. Salam. Deməli, Xaqocan, bu durduğu yerdə söyüb ki, qardaşı. Qardaş, bilmirəm, mənim durduğu yerdəydik. Bəli, mən durmuşdum. Mənim durduğum yerdə səhər qoşub vətən xainini Ali Rəhimovu... Tamı bildim, mən Sərxanı çoxdan izləyirəm. Sərxan valla pisiyi mən görməmişim söz açı. Yəni, çox ayarlara yardım edir. Pis deyil, gəlib qoşular deyərdi, Xaqo, səhər söhbət belə olub. Düzdür? Mən Sərxan haqqında bugün videolar paylaşıram. Yarım milyondan baxır və ölüb yerə girmir. Adamın adca qanunda bir şey olsa çıxar da. Bugün kimsə mənim haqqında paylaşanda adam axtarıram. Qardaş, haradasan, bir kimsən? Bu nə videodur? Kimsən, nömrəvi ver, görün. Yığıram, ay qardaş, nə olur? Yəni, bu adam niyə məndən əlaqə çıxmır? Sən nömrəni yaz. Nömrəni mənim şəxsimə yaz, mən sənə başa salacağım. Monitor şiri, nömrəni yaz. Mənim şəxsi mesaj qutuma yaz. Mən sənə başa salacağım, yaxşı mı? Kimdə, kimi deyirsən?
O bayaq yazan Xaqocan səhv hərəkət eləyirsən. Sən nömrəni yazmamışam. Onlar özü şamşaqdır. Onlar boşun bura. Normal adam çıxsın ortaya. O boyda Murad Sadə gəldi. Hamın tanıdığı canlısında 700-500 adam olur. İşte dedi ki, o sənə klok daşıyan deyib ha. Sən o klokun başına keçirtməyə ona deyirsən. Dedim, bəli, Sərxana deyirəm, başına keçirdirəcəm. Dedi, mən ona tərəf dururam. Dedim, gəl səndən görəcək, bir stəkan çay içək. Nə gəlmədi, nə bir şey eləmədi. So, 056 buyur. Salam qardaş. Sərvan, sən Bakıda qalırsan, Sərvan? Yo, Mingəçevirdə qalıram burada. Bakıda olsaydın, kaş sən Bakıda olardın. Gələcəm inşallah. Sərxanı geçsəz mən tapardım. Sənin gözün qabağında klub. Ay qaqa, sən başvadınım, o qaçıb gizlənənin biridir. Başını bırax onun. Bu günləri kütlə də bilir ki, o oturub monitor arxasında boş-boşuna hərəkət eləyir. Amma sənin əziyyətin var ha. Elə sən bax bu canlılarda danışan insanların başından tökülməlidir, burnundan gəlməlidir. Şərəfsiz, sən neynəmsən ki, indiyə qədər? Deyir ki, Nami, bəziləri var deyir ki, bəziləri deyir ki, Sərxan deyir, sənin haqqında danışmayıb. Sən oradaydın canlıda. Sərxan sənin haqqında danışmadı, düzdürmü? Necə oldu? Canlıdaydın da orada. İndi qulaq as. Sərxan canlı yayımda Nazım Quliyevdən başladı. Və Əli Rəhimova qoşdu. Əli Rəhimov sənin haqqında danışanda Sərxanın əgər mənliyi var idisə, kişiliyi var idisə, çıxarda deyir ki, Əli Rəhimova da nə yaxsan adı çəkirdi. Aycan, xaq onda ancaq danışmır. Bəli. Kişinin ancaq gəlib danışmazdı da, düzdür? Qardaş, Sərxan danışdı ya Əli Rəhimov danışdı. Fərqi nədir? Kimin canlısında? Ya da deyərdi ki, gözlə Xaqo gəlsin. Ya da deyərdi ki, gözlə Xaqo gəlsin. Ay qardaş, Sərxanın səhvi bilsən nədir? Deyir ki, əlində klok paketlə yardım aparanlara inanmayın. O səhv deyil. Klok paket ümumi demir. O Əli məndən danışanda Ali Rəhimov vətən xaini. Onda dedi. Yəni sözü mən atdı. Adımı çəkə bilmədi, amma sözü mən atdı. Məncə adını çəkib üzünə deyirəm, şəklini də qoyuram ora. Videolarında şəklini qoymuşam ki, ay qardaş, Sərxan Doğuşandan da betər prim adamdır. Mən açığın deyirəm, prim. Sən nə deyirsən? Mən üzr istəyirəm. Nə söz deyim, mən çıxıram Xaqocan. Xaqocan, bu Pələn Sərxana deyərsən ki, Peter Elçin cəlləbaddır. Sənə tutacaq ayıracaq. 2 dəfə skotka keçirdi, şey oldu. Strelka atıldı Türkiyədə. Üzr istəyirəm, ay qardaş. Ay Peter qardaşım, tutsa mənə xəbər elə. Yaxşı kloklarla gəlirsən. Yox, bir dənə sözümü deyib çıxıram. Mən qala işim yox, klok var. Qardaşım, normal danışaq. 2 dəfə Türkiyədə. Burada olmaz elə şeylər. Mən klok. Elə şey olmaz, canım mənim. Biz burada normal danışırıq. Qardaş, o şeylər var ya, Levis kloklar, yaşıl, o ət aparlar, o kloklar. 3 paçka almışam zapaz. Hərəsində neçə 50-50 olur. 150. Veteran səs var. Heç desin mən Sərxan o məsələdə dağılmışım. Sərxan var ha. Sərxan bilsən nə qədər adam acılayıb canlıda. Vay. Allaha and olsun. Çoxsu da bilir. Burada Sərxan ürəkli yazanlar var ha. Üzr istəyirəm. Samir, bu nədir düzəltmişsən? Düzəldirəm. Bu deyil. Düzəldirəm. Qoş adamları görə. Qoşuram. Məmmədov, buyur. Bu başdakı adam kimdir bu? Videolarıma baxdın, Nami? Baxdım. Nə qədər olub baxışları? Qəşəng baxışları var, baxışlarından danışma. Hələ sabah baxdırırsan, yəni sabah bütün sosial şəbəkələr hamı biləcək. Qardaşlar, üzr istəyirəm. Bilsən məsələ nədir? Sərxan bugünkü günləri ev tikir ha. Evi 50-50-yə tikir. 50-50-yə. Bunu açıq deyirəm. Hamı bilsin. Gəlsin, bu qalacaqlara da tiksin də. Niyə tikmir? Bax, hamısının evi yoxdur. Gəlsin, bax sən indi inşallah mənim uşağım üçün canlı açarsan da, düzdürmü? Aha. İndi gəlsin mənim üçün ev tiksin də, bağlarımın evi yoxdur. Kirayədə qaldım, sürünürəm. Sən ki 50-50-yə yarısını sənə verəcəm, eləyəcək. Nara səsini çıxart, Nara. Özdə biri var deyəm ki, yarısını götürüb gedib yardım zad eləyir xalqına, millətinə. Yoxdur, yox.
Bax, üzr istəyirəm. Bax, burada hamı bilsin ki, sabah inşallah Xaqocan qardaşımız Samir bəy, siz də eşidin. Ümumiyyətlə buradaşlar eşitsin. Sabah Xaqocan qardaşımız mənim 600 xəstəsinin əziyyətindən çəkən, 600 xəstəsi olan balam üçün, övladım üçün canlı açacaq və görə inşallah nə yığılar. Bu heç. Mən bu günləri Əlimizdən gələn hər bir şey eləyəcəyik, əlbəttə ki. Sağ olun Samir bəy. Biz də sənin əziyyətini hədər qoymarıq. Hər kəs dost tanışımız var Almaniyada, hər yerdə. Yayını paylaşacağım, WhatsApp-dan da paylaşacağım. Hər kəs dəstək olacaq, borcumuzdur. İndi üzr istəyirəm. İndi Sərxan gəlsin mənim üçün canlı açsın, ev tiksin, tikər, tikməz. Mümkün deyil. Eləməz. Namir Allah şəfa versin balava. Sağ olun, bəy, çox sağ olun. Var olun. Yəni deyirəm, bu gün ona 2000, 3000, 10000, 20000 gedir. Ev böyük deyil. Şey deyil ki, ev yardım deyil ki, deyəmə 100 manat ərzaqına, kirəsinə. Onlar 50 bin, 100 bin pul gedir. Onlar bölünür də. Bəli, əlbəttə ki, belədir. İndi mən qoymayacağım. Şəxsən mən qoymayacağım. Birazdan evin sadəcə mən Tərxan kim olduğunu bütün ölkəyə bildirəndən sonra evin tikintisi dayanacaq. Bunu mən deyim. Sərxan sadəcə bu günləri qırmaq atır Xaqocana. Sərxan, eşidirsən də yəqin baxır, gizli baxır profildə. İstəyirsən ay Sərxan. Salam aleykum kişilər, axşamınız xeyir olsun. Sərxan, qazanmaq istəyirsənsə, bu kişidən, qazidən halallıq al, bir də məndən o vətən xainindən birləşib dalınca danışdan halallıq al. Sağ ol. Ne üçün ilə danışacağım? Ay kişilər, axşamınız xeyir olsun. Necəsiniz? Sağ ol. Axşamınız xeyir. Kişilər, Sərxanın nə problemi var, nə söhbətdir? Mən də onun yerisiyəm, mən də Ağcabəddiliyəm, Ağcabəddili balasıyam. Burada doğulmuşam. Qardaşım, Sərxanın nə səhvi var? Üzr istəyirəm qardaşım, üzr istəyirəm. Deyək sənə üzr nə səhvi düşmanın var? olsun. Murat, mən səndən bir dənə aydınlıq istəyirəm. Sadəcə istəyirsən mən sənə aydınlıq ona verim. görə qoşuldum. Buyur. İstəyirsən aydınlıq verim sənə? Hə, mən aydınlıq istəyirəm, Murat. Ay sağ ol. Sərxanın canlısına qoşulur bir xanım. Hə. Deyir ki, Rahid Əmirlidən yardım istədim, mənə aldatdı, mənə yardım etmədi. Deyir ki, Rahid elə şey eləməz, sənə yardım düşmür. Onu qırır, düzdürmü? Yox, qırmır qaqa. Deyir ki, Rahid... Yox, qulaq as. Bir dənə hə, yox. Deyir Rahid, o xanım, o videoya mən də baxmışam, qaqaş. Deyir ki, Rahid əmi pul aldı, özü gəldi, pul verdi, təzələnə qaytardı, bizdən aldı. Ona deyir, qaydır, deyir ki, o elə şey, o Rahid o hərəkət eləməz də. Başqa orada söyüş söyür. Yox, indi qulaq as. Məsələ nədir? Mən də qulaq asıram, buyur Murat, mənim vaxtım var. Qulaq asıram. Bugünkü canlıyamda deyir ki, əlində paket aparıb yardım aparan insanlara inanmayın. Yaxşı, Rahid aparmır əlində paket. Qaqa, kim apardı, kim neynədi? Kim apardı, kim neynədi? Əsas orada kimi saxlayırsan? Sözümü dedim sənə. Nə tərəf saxlayırsan? Sən mənə söz soxanməzsən, nə eşitsən məni? Sənin adın nədir? Namiq Əziz. Namiq Əziz, laf gözəl. Mənim adım Elnurdur. Familiyam da Məmmədovdur. Sən özün orada yaşayırsan. Mən hər yerdəyəm, Azərbaycan hər yerində. Hər yerdən də mən nə bilim sən hər yerdə. Sən küçük uşaqsan onda. Qaqaş, nətər olur, Rahid Əmirli üçün belə deyir. Mən də deyirəm sən küçük uşaqsan. Mən səndən söz soxuram. Deyirəm, harada yaşayırsan? Ünvanın haradır? Başını bıraxım onu. Elə sinəqə döyən oğlan idin. Salih Rəhimov deyəndə Ağcabədidən kişi çıxmayıb. İndi haqqı salamı var Sərxanla. Başa düşdün məni? Özün tanımır ki. Ged elə borzaqonluq elə günə. Ali Rəhimov vətən xaininə tərəf duran adamdırsa, düşürdür. Bunların başını bırax. Gəlsin ki, biz danışmırıq. Qaqaş da gördün nətər? Adamı yerində otuzdururlar. Nətər olur? Xaqocan da külok daşıyır, Rahid da külok daşıyır. Allah hamısını canı sağ eləsin. Rus əlifbasına yazan qız. Bir qadın girir, Rahidə şər atır ki, məsəl üçün, mənim pulumu yedi, ona deyir, mən külok daşıyan oğlanların yanındayam, öyle şey eləməz, sağdava yatsın. Amma Xaqocan gələndə, özə vətən xaini Ali Rahimov, hansı ki, hamı bilir ki, onun bacısından illərlə nişanlı olmuşam, ona görə abicindir. O gələndə Xaqocanı amma pis deyir. Külok daşıyanlara, inanmayan külok daşıyan budur, Xaqocan budur deyir. Bu niyə elə olur? Niyə elə olur? Çox maraqlı. Rahid sağ olsun, ürəyimizdir. Mən qədər külok daşıyım. Qoşun bu dəqiqə Rahid desin. Desə ki, Xaqo səndən çox külok daşımışam. Deyəcək Xaqo, birinci sən çox daşımısan, ikinci mən. Heç vaxt deməz ki, Xaqo Axşamınız xeyir olsun, qardaşlar. Sağ olun, buyur. Necəsiz? Mən Cəllabad rayonundan qoşuluram. Mən Qara Qarayev xəstəxanasında yatırdım.
deməli 2025-in dekabr ayında. Yəni vəziyyət çox pis idi, çox gərgin idi. Məni məcbur elədilər ki, qoşul Sərxan canlısına. Bəlkə sənə köməklik edə, yardım edə. Qoşuldum, görüntünü açdım. Böyrüm əməliyyat, şilanqlar böyrümdən çıxmışdı. Baxdı hamısına, dedi, hə, gördüm, düş aşağı. Ondan sonra dedim, yəni bir-iki orada yazdım ona aid, düşdüm aşağı. Yəni bu məndən onu umurdu ki, bəlkə də pul yığıla, yarıb ölə məndən. Ona görə mənə köməklik eləmədi. Qardaş, bir dəqiqə ev tikir. Bax, ev tikir. Bəli, bəli. Sən boş yer ev tikər o? Xeyr. Oradan nəsə ummasa mümkündür. O ev oyuncaq deyil, qardaş. Məsələn, bugün mənə biri qoşulsun, çox qoşulub da bura. Deyib, qardaş, əməliyyatıma 50 min lazımdır, 70 min, 100 min. Demişəm, anam, o mənlik deyil. Demişəm, anam, o mənlik deyil. Yəni, mənə də yazırlar, təkliflər də oxaq, gəl 50 min deyil, 25-25-dən. Demişəm, anam, mənlik böyük məbləğdir, cəmaatın haqqına girənmərik. Mən 25 milyon götürdüm, mən 25 min neyəcəm? Adamı sonra adama qabana qoya 25 min neyləmsən, 25 min yardımı məndən tək çatdıracaq. Mənlik deyil. Ona görə, amma bu adam ev tikir 100 minə, 170 minə əməliyyatların pulunu yığır cəmaatdan. Bəli. Bax, fikirləşin. Bir dənə Ergün Şah var, onu qaldırın da yuxarı zəhmət. Bir insanın, üzr istəyirəm, bir insanın əli dalı ağrımayıb, yardım aparmayıb, bir dənə poxa dərman dör, durub qardaşımızın haqqında, ümumiyyətlə digər insanların haqqında danışmaq səhvdir. Ergün Şah, at da qoşulmaq görək. Niyə donur? Çox burada alma, Samir. Nə insan orada donur? Donur. Ergün Şah, qoşuram. Mənə maraqlı bilsən nədir, Xaqa? Adam oturub monitor arxasında, hədiyyələr gəlir, bahalı hədiyyələr gəlir, hə? Kartın qoyur kiminsə, ona pul yığılır. Sərxanın adı çıxır ki, Sərxan bunu elədi. Sərxan nə elədi? Xalq millət eləyir. O da indən beri eləməyəcək. Yavaş-yavaş zamanı ayılacaq. Mən sizə deyim, uzağı 3 gün, 4 gün vaxt verirəm. Bütün xalqa ayılacaq. Bu mənlikdir. Mən çünki sübutla, faktla real adamın evinə gedəndə Mənə ilişdi orada. Mən dedim ki, bilsən nə var? Mən övladım üçün canlı açıb yardım yığanda xalqımız, millətimiz kömək eləyəndə. Mən bu günləri mənə kimsə hər hansısa bir xəstə müraciət eləyəndə mən keçə bilmirəm. Gedib ona da canlı açıram. Amma oradan hər bir canlıda da sözüm, söhbətim var və çəkişlərim də var. Deyirəm, buradan sağ olsunlar, qardaşlar, analar, bacılar, qeyrətli xalqım kömək eləyir. Səhifəni özəldən çıxart qoşun. Mənim övladım sökülür. Heç yazanları rədd edin, birini də saxlamayın. Necə olar biz gedən kimi bütün xalq düzün deyənləri hamını blok edirlər. Aleyküm salam. Ay qaqa, qanı qanla yumayın, qanı su ilə yum. Sərvan! Eşidirəm qaqa. Qazi sənsən? Yox, Əli. Qaziyəm. Hə. Nə olub? Əli. Nə olub? Sualıma bir dənə cavab ver, qaqa. Sən mənə dəstək olmuşsan. O sualı niyə verirsən? Sən məni tanıyan oğlansan da, dəstək də olmuşsan mənə. Mən bunu danmıram. Əliləm denəm də, qaqa, qadamam sən. Fərqi nədir? Bilirsən bu sözü. Biz söz deyim də. Bilirsən niyə onu dedim? Qulaq as da mənə. Allah canına dəyməsin. Sən məni tanıya o sualı verməkdə... Mən o sualı elə belə görə vermədim, ay brat. Eşdirsən məni, qulaq as mənə. Aycan. Gəlin qana fıtva verməyək, qanı qanla yumayaq, qanı su ilə yuyaq. Qanı qanla yumayaq, qanı su ilə yuyaq. Yox, mən nə deyirəm ki, bax mən nə deyirəm ki, sən özün mənlə niyə danışıb eləmirsən, hal əhvalımı soruşmursan, zəng eləmirsən. Mən sağ axırıza da dedim, yola saldım, dedim, Sərvan, halallaşın, halallaşandan sonra gələrsən, dedim, demədim. Dedin, deməyinə dedim, mən demirəm ki, demədim, sadəcə olaraq kim mənlə çıxdı bax danışdı. Mən neytralını da qalmışam. Xago da mənim üçün pis deyil. Sərxan da mənim üçün pis deyil. Nə Xagoya mən pis deyə bilmərəm bugünkü gündə, nə Sərxana. Burada da chatdə bəziləri yazır, gəl açığın deyək. Uşaqlar, çalışaq qanı qanla yumayaq, qanı su ilə yuyaq. Ola bilər Xago ilə Sərxanın problemi var. Xago ilə Sərxanın problemi var. Bu demək ona dəlalət gətirmir ki, Xago pisdir və yaxud Sərxan pisdir. Təbii ki, onu düzdür. Halalaşacaqlar. Mən sənin düz oğlan kimi tanıyıram da. Mən Allaha şükür, qaqa, mənim səhvimə heç kim gəlməz. Səhər yoxudan durmuşam. Sərxan barədə heç nə deməmişəm. Allah şahid. Demişəmsə biri qoysun qalım.
Mənə yığırlar, yazırlar ki, Xaqocan bəs sənin haqqında söhbət gedir. Girib baxıram ki, nə olub? Vətən xaini Ali Rahimov var, Ali də Rahimov. Ali tanıyıram, Onu qoşub, o mənim pisləyir, gülür, ələ salır. Bu da orada deyir ki, bu klub daşıyanlara inanmayın falandır. Sözü mənə vurur da, yəni. İndi səncə düz elədi, qaqa. Qaqa, kimin düz, kimin səhv, indi özün konferansa çıxarsan və yaxud bura gələcək, danışasınız, dəstəşəsiniz. Gəl də, bax. Həmizin deyirəm, da sənə. Mən nə onu müdafiə edə bilmərəm, nə də səni qadam. Baya 3000 adam var idi, gəlmədi. 9-dan açmışam, 3000-dən düşmür. 2000, 2500, 1700 də qalır canlı, gəlmir. Gəlmədi də, yəni deyim ki, adam yoxdur, elə bilər prim istəyirik. Vallahi yox, gəlsin 5 dəqiqə Sərvanın da mənim də açıqlamasını versin. Bəlkə mən üzr istəyəcəm. Xalqın isə deyəcəm ki, maksimum, mənim gözəl qardaşım, maksimum mən bunu deyə bilərəm ki, səndə mənim yanımda xətrin hörmətim var. Onun da mənim yanımda xətrin hörmətim var. Ondan aram var. Ona görə mən bu mövzuya görə, necə? Aram var ümumiyyətlə. Xətir hörmət söhbəti var, ay qaqa, xətir hörmət. Elcin bəy, Sərxan, sənin xətrin var ya qoş canlısına. Dəncə bir dənə Xaqon canlısına sənin haqqında belə söhbətlər gedir. Bir dənə 5 dəqiqə. Sərxana paylaşın, gəlsin, otursun, dərdləşsin, mehribançılıq olsun. Qanı qanından yumruq. Elcin bəy, üzr istəyirəm. Mən üzr istəyirəm Elcin bəy. Bax, üzr istəyirəm, hər kəsdən üzr istəyirəm. Mən bir video paylaşmışdım, formanın əynimdə video paylaşırdım. Bir şəxs mənim barəmdə forma ilə bağlı götürdü, kommentariya yazdı. Mən də ona kommentariya olaraq yaxşı mənada video paylaşdım. Zəng elədi nömrəmə, sosialda nömrəm var. Zəng elədi mənə, bax, üzr istəyirəm hər kəsdən. Ana, bacı, var, yox, nəsil, kök söyür. Arvad, uşaq qoymur, söyür. Mən də ona deyirəm ki... Kimsə söyübsə, birincisi kimsə kimin ailəsini təkrar elə bilməz. Qulaq as da tam, qulaq as. Dedim, bilmirəm kim sən nədirsən, hardansan sən, dedi, biləsi vardan. Dedim, lap yaxşı, konum at qardaş. Mən belə xoşlamıram monitor arxasında məni söyürsən. Qoy gəlim üzbəüz, üzmə söy. Mən ona üzr istəyirəm. Adi dost, qardaş arasında, dost tanış arasında olan o xırda bir zarafat var. Onu belə, o sözü belə işlətmədim ona. O mənə konum atmadı. İndi qulaq as. Mən ona heç güldən ağır söz demədim. Amma o mənə hər şey dedi. Və sonda yenə adboy verdim, blok attım, başqa nömrə ilə zəng elədi. Deyirəm, ay qardaş, sən özün öz nəsli, kökü, anovu, bacıvı söyürsən, mənə xoş gəlmir. Ya konum at gəlim, ya da ki, mən səni məcburan blok eləyəm. Yenə başqa söz demədim. Ha. İndi məsələ nədir? Gözü söymək, günahdır, günah deyil. Göz günahdır. Onda niyə o qazini söyürdü? Lapa o qazi döyür, hər kimdir. Əgər ki, söyübsə, qaqa, gör nə deyir. Söyüb da. Səhvsiz insan yox da, həyatda hamının səhv olur. Sən biləsi varırsan, qaqa? Yox, mən Cəllabaddıyam. Biləsi varır kimdir? Kimi deyirdin ki, biləsi varır? Mənə soyan biləsi varır idi. Mən nə demək istəyirəm? Gəlsin, halallaşsın, mən təmiz deyirəm. Sərxan özü səhvdir də. Yox, gör nə deyirəm. Səhvdir, qaqa. Gəlsinlər aydınlaşdırılsın, halallaşsın, qaqa. Qanı qanla yumyaq, qanı su ilə yuyaq. Qanı qanla yumyaq, qardaş. Sərxan hər canlıya bəzi adamların varsa, gəlib üzr istəməlidir. Səhvsiz insan olmur. Sənin başına dönəm, Elcün, sən qanacaqlı qabiliyyətli şəxsiyyətsən, sənin başına dönəm. Gör nə demək istəyirəm mən. İnsan heç vaxt söyür-söyməz, aciz insan söyür-söyür. Bəlkə mən üzr istəyəcəm. Allah yox, səhv mənəm. Heç biriniz səhv deyilsiniz. Can, ölərəm sənsin. Əzəlim, sabah bu gedirəm videolarımı davam eləməyə. Videolar partladı. Sərxana da doşan kimi axtarıram, ha. Ofis necə doşan axtarır. Axtarıram, tapanmıram. Onu kim olduğunu hamıya, bütün dünyaya, Azərbaycana, hər yerə göstərəcəm. Bütün sosial şəbəkələrdə də paylaşıram. Milyonlarla baxış hər yerdə gedir. Tək TikTok deyil. Və ondan sonra da axşam saat, dostlar, 9:00-da canlıda olacağam. Yenə də şans verəcəm. Sərvan, burada olarsan 9-da. Bəlkə qeyrətə gələ də, ola bilər. Azca bir qalıb da qeyrətisə. Bəlkə bir dənə. Qazan, mən bir dənə söz deyim, qadanım. Erginin özü də bilir, mən diqqətlə qulaq asın. Mən bu məsələnin bu yerə çatmağını istəmirdim. Onların dostlarına da, ətrafına da dedim ki, qoşun WhatsApp-da konfrans, sözümü deyim o insana. Qoşmadılar. Muradın özünə də və onun dostları da şahiddir, Ergün də şahiddir, dəfələrlə demişəm. Murad özü bloklayıbdır hər yerdən. Hər yerdən mən bloklayıblar, hər yerdən. Mən qaziliyi qoyuram bir qara, qazi zadda ölüm, mən döyüşdə zadda olmamışam. Amma bir dənə söz deyim. Amma mənim, bax, onun nə üzünə söymüşəm, nə gözünə söymüşəm, nə ağzına, nə qeyrətinə, nə namusuna, heç bir şey. Subutları da varsa, gətirsinlər, qoysunlar qabağıma. Əgərlərim
sübutu olmaya mən söyübsə, mən də ona qəşətcə atvetimi qaytaracağam. Başa düşdün mən? 3 sənə haqq. 3 sənə haqq alınacaq. 1 sənin haqqın, 2 mənim haqqım, 3 də o indi ev tikir yarı-yarıya, bir də 170 min zad yığır. O millətin haqqı. 3 dənə haqq geri alınacaq. Allah sizi qorusun. Allah'a emanet. Sabah saat 9-da hamı canlıda. Takibi atın. Səhifəmdə də Xaqozan alt xəttdə girin 10 videolarına baxın. Ya